Salam, hörmətli həmkarlar. Bugün biz sizlərlə birlikdə MHM-in növbəti sınağının izahına baxacağıq. Sınağa başlamamışdan qabaq qeyd etmək istəyirəm ki, artıq bizim sınaq qruplarımız açılıb bildiyiniz kimi və günə bir sınaq işləyirik və sınağın video izahlarından təmin olunursunuz. Çətin səviyyəli, orta səviyyəli, MİQ və sertifikasiya səviyyəli ayrı-ayrı sınaqlar işləyirik. Gərək aşırıq sınaqları, ondan sonra özümün tərtib elədiyim sınaqlar, dediyim kimi MİQ və sertifikasiya səviyyəli sınaqlar hərəsi ayrıdır. Qruplarda hər gün sınaqlar işlənir və video izahlarından təmin olunursunuz. Üstəlik də ki, həftədə 4 dəfə dərslərimiz olur. Dərslərin video kaydları, dərslərə mövzuya uyğun dərslik tapşırıqları, ondan sonra mövzuya uyğun mövzu sınaqları, model testlər, Zeynalov tapşırıqları və s. Yəni 7 gün 24 saat çalışırıq. İstəsəz siz də qrupumuza təbii ki, daxil ola bilərsiniz. Birinci çalışma ilə başladıq. Deyir ki, deməli, lafsan lifi hansı maddələrdən alınır? Lafsan bilirik ki, etilen qlikol natriftal turşusunun polikondensləşmə məhsuludur. Etilen qlikol natriftal turşusu etandiol 1,2 və triftal turşusu kimi qeyd olunub, doğru cavab A variantında göstərilibdir. Başqanın izahımıza davam edirik. Deyir ki, 3,7 qram propion turşusunun 1 atomlu spirtlə reaksiyasına 4,4 qram mürəkkəb efirə belə gəlmişdir. Deməli, müəllimlər, biz bilirik ki, turşunun üzərinə spirt gələndə bizə efir və su verir. Düzdürmü? Turşu üstə gəl spirt bərabərdir efir üstə gəlinsin suya. Və biz bilirik ki, 1 mol turşu və yaxud da ki, ml qədər turşu götürüləndə reaksiya zamanı 18 qram su əmələ gələcək. Düzdürmü? Turşumuz propion turşusu. Gəlin propion turşusunun formulunu yazaq. C3 H6O2 şəklində yazılır. İndi propion turşusunun ml-ni hesablasaq, 12-ni 3-ə vursaq 36 üzərinə 6 gəlsək 42, üzərinə də 32 gəlsək 74. İndi turşunun ml-i 74-dür, düzdürmü? 74 qram turşu götürüləndə 18 qram su əmələ gəlir. Burada isə 3,7 qram turşu götürülüb. Gəlin görək 3,7 qram turşu neçə qram su əmələ gətirəcək. Buradan əmələ gələn suyun kütləsinin 0,4 qram, daha doğrusu 0,9 qram olduğunu müəyyənləşdiririk. Bunu müəyyənləşdirdik ki, əmələ gələn su 0,9 qram olmalıdır. Bundan başqa maddə kütləsinin saxlanma qanununa görə görürük ki, turşunun kütləsinin üzərinə spirtin kütləsini gəlsək, efirin kütləsi üstəgəl suyun kütləsini verəcək. Turşunun kütləsini bizə müəllif 3,7 qram şəklində verib. Üzərinə gəlirik, spirtin kütləsi bilmirik nə qədərdir. Bu bərabər olacaq efirin kütləsi, yəni 4,4, üstə gəlsin suyun kütləsi 0,9 qrama. Buradan spirtin kütləsini hesablasanız, görəcəksiniz ki, spirtin kütləsi 1,6 qrama bərabərdir. Yəni 4,4 ilə 0,9-un cəmindən 3,7-ni çıxsaq, spirtin kütləsinin 1,6 qram olduğunu taparıq. Bəs bu hansı spirtdir? Bunu necə müəyyənləşdirək? Burada görürük ki, yuxarıda sxemə görə 1 mol, yəni ml qədər turşu götürəndə başqa cür desək 74 qram turşu götürsək, bax burada görürük də sxemdə, bax bu hissəyə baxıram, 74 qram turşu ml qədər spirt sərf edir. İndi isə 3,7 qram turşu sərf olunub. 3,7 qram turşu isə nə qədər spirt sərf edib? 1,6 qram. Çünki spirtin sərf olunan kütləsini 1,6 qram tapdıq maddə kütləsini saxlama qanununa görə. Biz buradan spirtin ml-ni tapmaq üçün 74-ü vurarıq 1,6-ya. 74-ü vurduq 1,6-ya. Böldük 3,7-yə. Bu da bizə verdi 32 qram. Deməli, spirtin ml 32-yə bərabərdir. Spirtlər üçün ümumi formulumuz CnH2 üstə gəlsin 2O-dur. Buradan 14N üstə gəl 18, 32-dir. 32-dən 18-i çıxaracaq və böləcəyik 14-də N-imizin 1 olduğunu tapırıq. N-imiz 1-də, deməli, burada söhbət CH3OH, yəni metanoldan gedir. Yəni, metanolun 1 molunda 1 mol karbon atomu mövcuddur. 1 mol karbon atomu mövcuddur. Doğru cavab 1 mol karbon kimi götürərik və yaxud da ki, əgər bir enal sayda karbon atomu desəydi, onu da doğru götürə bilərik. Çünki mol ena ilə ifadə olunur. Deməli, burada 1 mol karbon atomu mövcuddur. 2-də doğru cavabı C variantı götürərik. 3-dən davam edirik. Eyni mol miqdarda götürülmüş dəm qazı və oksigendən ibarət qaz qarışığı hazırlanır. Reaksiya tam getdikdən sonra 10 mol artıq qaz qalarsa hansı ifadələr doğrudur? Deməli, bu məsələdə yenə bizim öz prinsipimiz var. Bilirsiniz ki, o yoldan istifadə edirik. Çox rahat. Eyni mol miqdarda götürülmüş dəm qazı və oksigendən, dəm qazı deyil, karbon yox, dəm qazı deyir. Dəm qazı və oksigendən
ibarət qarışıq götürülüb reaksiya aparılır. CO ilə oksigen reaksiya daxil olanda bilirik ki, 2 mol CO 1 mol oksigenlə 2 mol CO2 yaradacaq. Belə məsələlərdə ən rahat həll etməyin yolu nədir müəllimlər? Bizə verilən maddələri elə zənn eləyək ki, hər ikisini eyni mol miqdarda götürmüşük və azı çoxa çatdırmaq prinsipindən istifadə eləyək. 2 mol CO 1 mol oksigen sərf edir, düzdürmü? Onda elə zənn eləyək ki, hər iki maddədən ikisindən də 2 mol götürmüşük, 2 mol CO götürmüşük, deyək ki, 2 mol da oksigen götürmüşük və oksigen normalda 2 mol CO 1 mol oksigen sərf elədiyinə görə oksigenin 2 molundan 1 mol sərf olacaq, sonda 1 mol oksigen sistemdə artıq vəziyyətdə qalacaq. Düzdürmü? Aha. İndi əgər 1 mol oksigen sistemdə artıq vəziyyətdə qalarsa, o zaman başlanğıc maddələrin mol miqdarı cəmi 4 mola bərabər olacaq. Niyə? Çünki 2 mol CO götürmüşəm, 2 mol da oksigen götürmüşəm. İkisi birlikdə başlanğıcda 4 mol olub. Amma bu 2 mol oksigendən 1 molu sərf olunub, 1 mol oksigen artıq qalır və oksigen 1 mol artıq qalanda başlanğıc maddələrdən 4 mol götürmüş oluruq. Onda gəlin görək 10 mol maddə artıq qalarsa, yəni söhbət artıq qalan maddə kimi oksigendən söhbət gedir, yəni qaz deyəndə yəni oksigendən söhbət gedir. 10 mol oksigen artıq qalarsa ilkin maddələr neçə mol götürüləcək? Təbii ki, 10 mol oksigen artıq qalarsa ilkin maddələr, yəni başlanğıc qarışıq 40 mol olacaq. Aha, indi nə qədər bəs karbon dioksid yaranır? 1 mol oksigen artıq qalanda, bax görürsünüzmü? Burada 1 mol oksigen artıq qaldı və 2 mol da CO2 əmələ gəldi. Çünki 2 mol CO tamamilə sərf olunur, 1 mol oksigen sərf eləyir, özü də 2 mol CO və oksigen bu zaman 1 mol artıq qalır və 2 mol da CO2 yaranır. 2 mol CO2 əmələ gələndə 1 mol oksigen qazı artıq qalırsa, o zaman 10 mol oksigen qazı artıq qalanda gəlin görək nə qədər CO2 yaranacaq. Buradan əmələ gələn CO2-nin 20 mol olduğunu müəyyənləşdirdik. İkinci ifadə də doğrudur. 15 mol dəm qazı sərf olunubdur. İndi 1 mol oksigen artıq qalanda 2 mol dəm qazı sərf olunurdusa, 10 mol oksigen artıq qalanda təbii ki 20 mol dəm qazı sərf olunmalıdır. 1 mol oksigen artıq qalanda 2 mol CO sərf olunur. 10 mol oksigen sərf olunanda, daha doğrusu artıq qalanda, 10 mol oksigen artıq qalanda isə təbii ki 20 mol CO nə olmalıdır? Sərf olunmalıydı. 15 mol CO sərf olunub ifadəsi yanlışdır. Burada A və B ifadələri doğru oldu. Ona görə 3-də Y variantını götürərik. Çalışmaya davam edir. Deyir ki, birləşmənin beynəlxalq üsulundan adlandır. İndi bunu adlandırmamışdan qabaq həmişə radikalları belə görəndə müəllimlər gəlin radikalları belə deyək də uzadın. C2H5-i CH2, CH3 şəklində yaza bilərik. Buradakı C2H5-i də həmçinin CH2, CH3 şəklində yaza bilərik, düzdürmü? Daha sonra biz bilirik ki, spirtlər adlandırılan zaman OH qrupunun daxil olduğu ən uzun karbon zənciri seçilir. İndi burada OH qrupunun da daxil olduğu ən uzun karbon zənciri, bax bu zəncir olar, düzdürmü? Aha, burada nömrələnmə OH yaxın olan tərəfdən aparılacaq. OH yaxın olan tərəf yuxarıdır. Bax, burada 1, 2, 3, 4, 5, 6. Aha, bu şəkildə nömrələdik. Və biz nə görürük? Görürük ki, burada deməli 3-cü karbondan şaxə çıxıb, metil radikalı çıxıbdır. Və bu 3-cü karbondan həm metil radikalı çıxıb, həm də OH qrupu çıxıbdır, düzdürmü? O zaman mən bunu belə adlandıraram. 3 metil heksanol. Niyə görə heksanol dedim? Çünki 6 karbonludursa, əsas zəncirimizdə 6 karbon olduğuna görə heksan adına uyğun heksanol adlandıracağıq. 3-cü karbona metil və OH qrupları çıxdığına görə 3 metil heksanol 3. Yəni OH-ın yerdə mütləq göstərilməlidir. Bu da doğru cavab kimi 4-də B variantında göstərilibdir. Davam edirik. Deyək ki, tarazlıqda olan sistem üçün hansı ifadələr doğrudur? Temperatur artırılarsa yeni miqdarı artırır. Baxırıq indi müəllimlər, burada sağımız müsbət küdsə sol tərəfə, onda biz mənfi kü yazacağıq. Temperatur artanda tarazlıq mənfi kü tərəfə yönəlir. Deməli, mən temperatur artırdırsam tarazlığı sol tərəfə yönəldəcəm, yəni mənfi kü tərəfə yönəldəcəm. Və tarazlıq sola yönələndə Y sərf olunacaq. Yeni miqdarı artar, xeyr. Y sərf olunduğuna görə yeni miqdarı azalır. Təzyiq artırılarsa tarazlıq qazların molunun az olduğu tərəfə yönələr. Burada qazların molunun az olduğu tərəf sol tərəfdir. Solda 3 mol qaz var, sağda isə 4 mol qaz var. Ona görə də təzyiq artırılarsa tarazlıq A-nın miqdarının çox olduğu tərəfə həqiqətən yönələr. Çünki qazların molunun az olduğu tərəfə yönəlir. Təzyiq artırılanda və sola yönələcək. Solda da A maddəsi olduğuna görə A-nın miqdarı başlayacaq artmağa. İkinci ifadə doğrudur. Sonra təzyiq azalarsa A-nın miqdarı artar. Xeyr, dedik ki, A-nın miqdarı
daha doğrusu təzyiq azalarsa, dedik ki, təzyiq artanda A-nın miqdarı artmalı idi. Əgər mən təzyiqi azaltsam, tarazlıq sağa yönəlir, bu zaman A-nın miqdarı azalar da. Ona görə bu səhvdir. Təzyiq artanda A-nın miqdarı artardı. İkinci ifadə doğruydu. 4-də deyir ki, sistemdən Y maddəsi çıxarılarsa, biz bilirik ki, sistemdən hər hansı bir maddə çıxarılırsa, tarazlıq həmin maddənin çox olduğu tərəfə yönəlir. İndi mən sistemdən Y maddəsini çıxarsam, tarazlıq Y-nin çox olduğu tərəfə, yəni sağ istiqamətə yönələr və bu zaman deməli tarazlıq sağ istiqamətə yönəldiyinə görə D başlayacaq artmağa. Yəni bir müddətdən sonra D-nin miqdarı həqiqətən artar. Doğru ifadə 2 və 4-dür, 5-də B variantında göstərilibdir. 6. C3H9N formuluna malik neçə müxtəlif amin formulu yazmaq olar? İndi gəlin yazaq. Mən bunu 1-li amin, 2-li amin, 3-lü amin şəklində yaza bilərəm. 1-li amin kimi yazsam, əvvəlcə propil amin yazacağam, düzdürmü? Daha sonra propil radikalını izopropil radikalına çevirəcəm. Bu da 1-li amindir. 1-li amin nə deməkdir? Amoniak molekulundan bir hidrogen qoparıb, onu radikalla əvəzləyəndə əmələ gələn aminlər 1-li aminlər adlanır. Amoniakdan bir hidrogen qopartdım, propil radikalı əlavə elədim, bu oldu propil amin və yaxud da ki, amoniakdan bir hidrogen qopardım, izopropil radikalı əlavə elədim, bu oldu izopropil amin. Bunlar 1-li amin izomerlərdir. 2-li amin kimi mən bunu yazara bilərəm. Metil, etil, amin kimi. Amoniakdan 2 hidrogeni qopartdım və 2 dənə radikalla əvəzlədim. 3 karbonlu olduğuna görə bir tərəfdən metil, bir tərəfdən də etil əlavə elədim. Bu oldu metil etil amin. Daha sonra 3-lü amin izomerini yazacağım. Bu da trimetil amin şəklində yazıla bilər. 3-lü amin nədir? Amoniak molekulundan 3 hidrogen üçünü də qoparıb radikalla əvəzləsək, əmələ gələn aminlər 3-lü aminlər adlanacaq. Buradan da trimetil amin əldə elədik. Yəni mən 4 müxtəlif deməli izomer çıxara bildim və doğru cavab 6-da Y variantında göstərilibdir. 7 ilə davam edirik. Xətti quruluşlu maddələri göstərin. Xətti quruluşlu maddə deyəndə biz belə deyək də elə götürək ki, orada hibridləşmə olmasın və yaxud da ki, sp hibridləşməsi olsun. Məsəl üçün H-klorda düzdür, hibridləşmə yoxdur, xəttidir, amma C2H4-də hibridləşmə var. sp2 hibridləşmə xətti quruluşlu olmaz. SO2-də sp2 hibridləşmədə xətti quruluşlu deyil, asistində xətti quruluş var. Ondan sonra burada həmçinin SO2 yəni olmaz, yəni korluyur sp2 hibridləşməsidir. Nə bilim, amoniakda sp3 hibridləşmədir, C-klorda sp3 hibridləşmədir. sp3 hibridləşmə olanda tetraeder quruluşlu olur və bucaq 109 dərəcə 28 dəqiqə təşkil edir. Amma azot N 3 qat rabitə N və biz bilirik ki, azotda hibridləşmə mövcud deyil. Deməli, xətti quruluşlu olacaq. Üstəlik də H-klorda da hibridləşmə olmadığına görə xətti quruluşlu molekul kimi dəyərləndirə bilərik. Doğru cavab 7-də D variantında göstərilibdir. 8. 38 qram dəmir oksidin hidrogenlə natamam reduksiyasından 35 qram bərk qalıq alındı. Alınan bərk qalıqda bəsit halda olan dəmirin kütlə payını faizdən hesablayın. Deməli, burada heç reaksiyanı tam yazıb əmsallaşdırmağa gərək duymuram. Ferrum 2O3-dən ferrum əmələ gəlir bildiyimiz kimi. 1 mol ferrum 2O3, 2 mol dəmir əmələ gətirəcək. Və burada biz həmişə azalmaya görə gedirik müəllimlər. 1 mol ferrum 2O3-dən 2 mol dəmirin kütləsini çıxsaq, kütlə fərqi 48 qram eləyəcək, düzdürmü? Kütlə fərqi 48 qram olanda 2 mol dəmir bəsit maddəsi, yəni 112 qram dəmir əmələ gəlir. Bəs gəlin görək, kütlə fərqi 3 qram olanda, dərs kütlə fərqi 3 qramı hardan tapdıq? Əvvəlcə dəmir oksid 38 qram olub, sonra bərk qalıq 35 qram olubdur. 38-dən 35-ə çıxsaq, kütlə fərqi 3 qram verəcək. İndi 3 qram kütlə fərqində gəlin görək neçə qram dəmir bəsit maddəsi meydana gələcək. Bunun üçün 3-ü vuraram 112-yə. 3-ü 112-yə vursaq eləyər 336, bunu da 48-ə bölsək eləyəcək 7 qram. Deməli, əmələ gələn 35 qramlıq bərk qalıqda 7 qram dəmir bəsit maddəsi mövcud imiş. İndi alınan bərk qalıqda dəmir bəsit halda olan dəmirin kütlə payını hesabla deyəndə 7-ni 35-ə bölüb 100%-ə vuraram. Bu da bizə verəcək hərdəsə 20%. Doğru cavab burada 20% 8-də B variantında göstərilibdir. Çalışma nizamımıza davam edirik müəllimlər. 9-cu çalışmada bizə deyir ki, deməli, bir molekulunda 28 neytron saxlayan monoamin. Monoamin nə deməkdir? Yəni bir azotu olan. Bir azotu olan deyirsə, monoamin deyirsə, o zaman formul uyğun olaraq CnH2 üstə gəl 1 NH2 formuluna uyğun olacaq. İndi deyərsiniz ki, nə bildik 1 lamindir, bəlkə 3 lamindir. Lap 3 lamində olsa, 1 lamində olsa, 2 lamində olsa, ümumi formul CnH2n üstə gəlinsin 3 CnH2 üstə gəlsin 3 N formuluna uyğun gələcək. Düzdürmü? Yəni bu fərqi yoxdur.
Monoamin isə bu şəkildə formul yaza bilərsiniz. Yəni ikisi də eyni anlama gəlir. Yəni burada düzdür, bir amin formasında yazdıq NH2-yə görə uyğun, amma ki yenə də deyirəm, burada heç bir önəmi yoxdur. Bir amin olsun, 2 amin olsun, 3 amin olsun, heç bir önəmi yoxdur. Yəni ümumi formul kimi karbon sayını N, hidrogen sayını 2 + 3, azotu da 1 götürməliyik. Və bir molekulda deyir 28 neytron var. Bu formula uyğun biz bilirik ki, azotunun 7 neytronu var. Çünki 14-dən 7 çıxsaq azota 7 neytron düşəcək. Aha, 7 azotun neytronu var. Karbonun neytronları nə qədər olacaq? Bir karbonun 6 neytronu varsa, N qədər karbonun zaten 6 N qədər neytronu olacaq. Bunun da üzərinə hidrogenin nə qədər neytronu var bilmirəm. Əslində hidrogen protium şəklində olanda neytronu yoxdur, amma deuterium şəklində olanda bir neytronu olur. Deuteriumun nə qədər neytronu var bilmirəm. Bir x-lə işarə ilə deuteriumun sayını, yəni nə belə. Bu da bərabər olacaq nəyə? Ümumi 28 neytrona. Buradan tənliyə həll eləsək, 6n + x-imiz bərabərdir 21-ə. İndi buradan deyirsiniz ki, biz bu işin içindən daha çıxa bilmirik, 6n + x yazıb durmuşuq. Yəni gəlin bir yerinə qoyaq. Deyək ki, n-imiz 1-dir. N-imiz 1-dirsə, onda gətirək yerinə qoysaq, burada n 1 dənədirsə, yəni n-i 1 ilə işarə eləsəz, 1-i 6-ya vursaq 6, 6 + x bərabərdir 21, x bərabərdir 15. Onda belə çıxır ki, burada 15 hidrogen olmalıdır. 15 hidrogen necə olsun? Bu CH3, NH2 kimi yazılarda, düzdürmü? Bir karbonludursa CH3, NH2. Onda bunun 5 dənə hidrogen olmalıdır. Uzağı, 5 dənə uzağı maksimum deuterium olar. Bu da, belə deyək də, 15 dənə daxı burada neytron necə tapaq? Yəni uyğun gəlmədi. Yaxşı, ikinci versiyanı yoxlayaq. Deyək ki, n-imiz 2-dir. N-imiz 2 olsa gətirib yerinə qoysaq 2-dən 6-nı 12, 12 + x bərabərdir 21, x də bərabərdir 21-dən 12-ni çıxaq. Gəlin görək 21-dən 12 çıxanda nə verəcək? 21-dən 12 çıxsaq eləcək 9. X-imiz eləcək 9. Onda 2 karbonludursa bunu mən yazaram belə C2H5 NH2. Yenə də hidrogen sayı, yəni maksimum mən burada deuterium götürsəm, hələ hamısını deuterium kimi düşünsəm, onda burada 7 neytron ola bilər. 9 neytron necə olsun? Yəni 9 neytron buna da uyğun gəlmədi. Yaxşı, növbəti halda n-in 3 olduğu versiyaya baxırıq. N-imiz 3 olsa 6-nı çavursaq, bax bu düstur, əsas düsturumuz budur da. O yuxarıda H aldığım düsturdur. 6-nı çavursaq 18, 18x + x bərabərdir 21, x də bərabərdir 3. Aha, bu ola bilər. Necə? Mən bunu yazaram C3H7 NH2 kimi və düşünərəm ki, burada 9 dənə C3H7 NH2 yazsam, burada 9 hidrogendən 3-ü deuterium formasında olsun, 3-ünü deuterium kimi götürüm. Yerdə qalanları isə protium götürsəm, protiumun zaten neytronu olmayacaq, 3 deuteriumun 3 dənə neytronu olacaq, karbonun 18, azotun da 7, toplayanda həqiqətən də bizə nə qədər neytron verəcək? 28 neytron verəcək. Yalnız bu hala uyğun gəldi. Ona görə də doğru cavabı 9-da A variantı götürək. Deyərsiniz, bəs niyə n-i 4 yoxlamadı? Yaxşı, gəlin n-i 4 olan versiyasına da baxaq. N-i 4 götürsək, altdan 4-ün 24. 24 üstə gəl, x bərabərdir 21. Artıq burada x bərabərdir, hətta mənfi qiymət aldı. Demək ki, mümkün deyil. Ən belə optimal variant burada n-imizin 3 olan halıdır ki, burada da deuteriumun sayı ancaq 3-ə uyğun gəlir. Ona görə də 9-da doğru cavabı mən A variantı qəbul edirəm. Bu da çox maraqlı sual idi. Onun çalışmanın davam edir. Deyir ki, element üstəgəl element homogen qarışığını göstərin. İndi bilirsiniz ki, müəllimlər təzə dərsliyə görə element deyəndə 2 atomlu bəsit maddələr də nəzərdə tutulur. Məsəl üçün N2, H2 və s. bunlara element kimi baxacağıq. İndi element üstəgəl element homogen qarışığını deyir göstər. İndi gəlin bir baxaq və bütün variantların hamısını analiz edək. Azot, oksigen. Azot N2, oksigen də O2. Bəli, N2, O2 hər isə ayrı-ayrı elementlərdir və qarışıq əmələ gətirə bilər. Element üstəgəl element homogen qarışığı olacaq. Azotla oksigen homogen qarışığı yaradır. Çünki baxanda orada bilmirik ki, məsəl üçün təsəvvürünüzə gətirin, havanın da tərkibində azot, oksigen var. Orada da biz baxanda bilmirik ki, belə deyək də, bəyəm havaya baxanda onun içərisində azot, oksigeni seçə bilirik. Yəni gözlə baxanda, hətta mikroskop altında belə baxanda hansı element hansıdır, yəni müəyyənləşdirə bilmirik. Ona görə də homogen qarışıqdır. Gözlə baxanda və mikroskopla baxanda elementləri müəyyənləşdirə bilmirik. Amma azot, oksigen hər ikisi elementdir. Element homogen qarışığı yaradar. Aha, ona görə də doğru cavabı A variantı qəbul elədik. Aha, belə müəllimlər. Onu da demək istəyirəm ki, birdən deyərsiniz ki, digər variantları niyə analiz eləmədi? Dəmir kükürt homogen yox, heterogen qarışıq olacaq. Özə bilirsiniz də, bunları əsasən durultma üsulundan ayrılırlar. Heterogen qarışıqların ayrılma üsulları. Su, spirt homogen qarışıqdır, amma maddədir. Su ilə spirt ayrı-ayrı maddələrdir, element deyirlər. Şəkər su homogen qarışıqdır, amma element qarışığı deyil. Yağ su heterogen qarışıqdır. Yəni belə, doğru cavab onda yalnız A variantında göstərilibdir. 11-dən davam edirik. Deyir, 35
1,2 qram doymuş bir əsaslı karbon turşusunun neytrallaşmasına 200 ml 2 molar kalium hidroksid məhlulu sərf olunubdur. İndi bilirik ki, S bərabərdir nü bölünsün V düsturuna görə nü də bərabərdir SV-yə. Mən kalium OH-ın mol miqdarını tapmaq üçün onun molar qatlığı 2 moları vuraram məhlulun həcmi 0,2 litrə. Taparam ki, söhbət 0,4 mol kalium OH-dan gedir. İndi biz bilirik ki, kalium OH 0,4 molda 0,4 mol OH mənfi iyonu var və kalium OH-ın 0,4 mol OH mənfi iyonunu neytrallaşdırmaq üçün bizə neçə mol bir əsaslı karbon turşusu lazım olacaq? Təbii ki, bir əsaslı karbon turşusunda bir COH qrupu var. 1 mol kalium OH 1 mol turşunu neytrallaşdırır. Çünki 1 mol kalium OH-da bir OH mənfi iyonu var. 1 molda bir əsaslı karbon turşusunda bir H müsbət iyonu verir də. Çünki bir COH qrupu varsa onun bir H müsbət iyonu verəcək assosiasiya eləyəndə və ona görə də 1 mol kalium OH necə ki 1 mol H kloru neytrallaşdırır. Eləcə də 1 mol bir əsaslı karbon turşusunu, doymuş bir əsaslı karbon turşusunu neytrallaşdıracaq. O zaman 0,4 mol OH mənfi iyonu olan kalium OH da təbii ki 0,4 mol turşu neytrallaşdıracaq. Necə ki 1 mol əsas 1 mol turşunu neytrallaşdırır, 0,4 molun da 0,4 mol turşunu neytrallaşdıracaq. O zaman 0,4 mol turşunun kütləsi deməli 35,2 qrama uyğun gəlirmiş. Gəlin görək, bəs 1 mol turşunun kütləsi neçəyə uyğun gələcək? 1 mol turşunun kütləsini tapmaq üçün mən 35,2-ni bölərəm 0,4-ə, bu da mənə verər 88 qram. Turşular üçün ümumi formulumuz CXH2X O2-dir. Əgər doymuş bir əsaslı karbon turşusundan söhbət gedirsə, formul CXH2X O2-dir. Buradan MR hesablasaq 14x üstəgəl 30 kimi 88-ə bərabərdir. 88-dən 32 çıxsaq 56, bunu da 14-ə bölsək x-imiz 4 eləyəcək. Deməli, bu tərkibində 4 karbonu olan doymuş bir əsaslı karbon turşusuymuş. Deyir, turşu molekulunda üçlü karbon atomunun olduğunu nəzərə alaraq. Turşuda üçlü karbon varsa, bilirik ki, üçlü karbon nə deməkdir? Bir karbonun 3 dənə karbon qonşusu olmalı ki, bu üçlü karbon olsun. O zaman mən bunu yazaram CH3, CH, CH3, COH şəklində. Niyə? Çünki bu COH birli karbondur. Niyə? Çünki bu COH-ın bir dənə karbon qonşusu var. O da soldan CH-dır. Bu CH üçlü karbondur. Çünki 3 dənə karbon qonşusu var. Sağdan COH, soldan CH3, aşağıdan isə CH3. Bu CH3-lər isə hərəsinin bir dənə karbon qonşusu olduğu üçün bunlar birlidir. Bax, bunlar birlidir. COH qrupundakı karbon da birlidir. Amma CH-ın özü üçlü karbondur. Deməli, burada söhbət belə bir karbondan gedir. Bu deyir, daha doğrusu bu belə bir turşudan gedir. Deyir, turşu molekulunda üçlü karbon atomunun olduğunu nəzərə alaraq molekulda sp3, sp3 orbitalların örtülməsindən neçə sigma rahatda meydana gələcək. Baxın, deməlilər, birliləri müəyyənləşdirdik, bunları pozuram ki, bizə maniçilik törətməsin. İndi müəyyənləşdirmək istəsək ki, hansı hibridləşmə vəziyyətindən söhbət gedir bu karbonlardan? Bilirik ki, karboksil qrupunun karbonu sp2 vəziyyətdədir. Burada sp2-dir. Bunlar isə sp3 vəziyyətdə olan karbonlardır. sp3, sp3, sp3. sp3, sp3 qapamasında karbonlar, hansı karbonlar sp3 vəziyyətdədirsə, həmin karbonlar arasında olan sigma rabitədən söhbət gedir. Bax, burada karbon arasında bir dənə sigma rabitə var. sp3, sp3 qapanmasıdır. Burada karbon arasında bir dənə sigma rabitə var. O da sp3, sp3 qapanmasıdır. Bu isə, bax, bu haşiyə aldığım sp3, sp2 qapanmasıdır. sp3, sp3 qapanmasından 2 dənə sigma rabitə gördük. Bu da 11-də B variantında göstərilibdir. 12 ilə davam edirik. Adi şəraitdə baş verə bilməyən reaksiyanı göstər. Bilirik ki, etilen, digər doymamış karbohidrogenlər də adi şəraitdə bromlu suyu rəngsizləşdirirlər. Bu adi şəraitdə həyata keçiriləcək. Həmçinin anilin də adi şəraitdə bromlu suyu rəngsizləşdirər. Bu da adi şəraitdə həyata keçiriləcək. Sonra dəmir, bilirik ki, qatı sulfat turşusu dəmiri passivləşdirir. Xromdur, dəmirdir. Bunlar qatı sulfat turşusu tərəfindən passivləşən elementli maddələrdir. Ona görə də dəmirlə sulfat turşusu arasında reaksiya temperatur şəraitində həyata keçiriləcək. Natrium çox qüvvətli metaldır, qələvi metaldır. Suya tökən kimi o dəqiqə qələvi metalla su arasında şiddətli reaksiya baş verəcək. Ona görə də adi şəraitdə həyata keçirilər. Həmçinin turşu ilə əsasi oksid arasında adi şəraitdə reaksiya daxil olub duz və su əmələ gətirər. Adi şəraitdə getməyən C variantında göstərilibdir. 13-dən davam edirik. 6 mol glukozanın qıcqırılmasından əmələ gələn etil spirtinin katalitik oksidləşməsində neçə qram sirkə turşusu alınır? Deməli, glukozanın qıcqırılma reaksiyasını yazırıq. C6H12O6. Qıcqıranda etil spirtinə qıcqırmadan söhbət gedirsə, 2 mol etil spirti əmələ gələr, 2 mol da karbon qazı yaranar. 1 mol glikoza 2 mol etil spirti yaradırsa, 6 mol glikozada təbii ki 12 mol etil spirti yaradacaq. İndi etil spirtinin oksidləşməsindən sirkə turşusu əldə etmək istəyirəmsə, müəllimlər, heç reaksiyanı yazıb əmsallaşdırmasaq belə, C2H5OH 2 karbonlu spirt, təbii ki 2 karbonlu karbon turşusu əmələ gətirəcək. Yəni C2H5OH
1 molundan 2 mol karbon olduğuna görə onun 1 molundan 1 molda sirkə turşusu yaranacaq. 1 mol spirt 1 mol sirkə turşusu yaradar. Düzdürmü? Katalitik oksidləşmə nəticəsində. İndi 1 mol spirt 1 mol turşu yaradırsa, o zaman 12 mol spirtdə neçə mol sirkə turşusu yaradacaq? Təbii ki, 12 mol sirkə turşusu yaradacaq. İndi bizə bunun neçə qram kimi soruşur, kütləsini soruşur. Sirkə turşusunun emeri səhv eləmirəmsə 60 olmalıdır. 12-ni 2 vursak 24 üzərinə 32 gəlsək 56, bəli 60 olmalıdır, bəli. O zaman 1 molu 12-yə, daha doğrusu 60-a uyğun gəlirsə 12 molun kütləsi neçə qrama uyğun gələcək? Təbii ki, 12 molun da kütləsi 720 qrama uyğun gələr. Bu da 13-də Y variantında göstərilibdir. 14-dən davam edirik. X karbohidrogenin tam yanma reaksiyasının qrafik formulu verilmişdir. X-in bütün karbonları ikili olarsa hansı ifadə doğru deyil? Biz nə görürük? Karbohidrogen. Karbohidrogen nə deməkdir? Karbondan və hidrogendən ibarət olan birləşmələrdir. Karbohidrogen 1 mol götürülüb. Görürsünüz, bax burada 1 mol götürülüb. 6 mol oksigenlə reaksiya daxil olub. Çünki oksigen 6 mol götürülüb, axıra qədər də sərf olunub. Reaksiya zamanı 4 mol H2O əmələ gəlibdir və təbii ki, reaksiya zamanı karbon qazı da yaranmalıdır. 4 mol H2O neçə hidrogendir? 8 hidrogen. Deməli, 8 hidrogenimiz varsa, deməli, Y-də 8 yazaqda 1 mol karbohidrogenda 8 hidrogen atomu olmalı ki, bu 4 molsu şəklində sağda özünü biruzə versin. Aha, indi karbon qazı neçə mol əmələ gələcək? Təbii ki, x mol karbon qazı yaranacaq. Niyə? Çünki 1 mol karbohidrogenda karbonun sayı x-dirsə, buradan x molda karbon qazı yaranar. Yəni, karbon qazı x moldan işarə elədik. O zaman sağda nə qədər oksigen oldu? 4 mol suda 4 oksigen atomu, x mol karbon qazında isə 2x qədər oksigen atomu var. Bunların cəmi bizə verməlidir 12 mol oksigen atomu. Niyə? Çünki solda 6 mol O2 yaranıb, sərf olunubsa, bu 12 mol oksigen atomu deməkdir. Buradan tənliyi həll eləsək, 2x-imiz 8-ə, x-imiz 2-yə bərabər. Daha doğrusu 2x-imiz 8, bəli, x-imiz daha doğrusu 4-ə bərabərdir. Üzr istəyirəm, x-imiz 4-dür. X-imiz 4-dürsə, deməli bu maddə C4H8-dir. Aha. İndi bizə deyir ki, burada bütün karbonlar ikilidir. İndi C4H8 deyəndə biz buradan alken də təsəvvür edə bilərik, sikloalkan da təsəvvür edə bilərik. Çünki alkenlərlə sikloalkanlar sinflarasizdən birlikdir və C4H8 ya siklobutan ya da butenin formuluna uyğun gəlir. Amma bütün karbonlar ikili karbonlardırsa, mən bunu deməli alken kimi təsəvvür edə bilmərəm. Məsəl üçün, mən bunu alken kimi təsəvvür eləsəm, deyək ki, buten 1 kimi təsəvvür eləsəm, burada bu qıraqdakı karbonlar birli karbonlardır da, düzdürmü? Bizə deyir ki, hamısı ikili olsun. İkili deyirsə, demək hamısı ikili olan siklobutan olacaq da. Baxın, CH2, 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 CH2. Bütün karbonların hamısının 2 dənə karbon qonşusu olduğuna görə bunlar hamısı ikili karbonlardır. Deməli, söhbət siklobutandan gedirmiş. Bizə deyir ki, hansı ifadələr doğru deyil. Əvvəlcə doğru olanları müəyyənləşdirək, doğru deyilləri variant kimi seçərik. Deyir ki, xüsusi şəraitdə hidrogenlə birləşmə reaksiyasına daxil olur. Bəli, siklobutan düzdür, çətinliklə hidrogenlə birləşmə reaksiyasına daxil olur. Çünki bayram-bucaq gərginliyinə görə siklopropan siklobutandan daha rahat hidrogenləşə bilir. Amma istənilən təqdirdə siklobutan üçün də müəyyən bir şəraitdə temperatur biraz yüksək olur. Yüksək temperaturdan hidrogenlə birləşmə reaksiyasına daxil olub butan əmələ gətirmə xüsusiyyəti var. Birinci doğrudur. 6 ədəd sp2 hibrid orbitalına malikdir. Buradakı bütün karbonlar hamısı sp3 hibridləşmə vəziyyətindədir və 4 dənə sp3 hibrid vəziyyətində karbon var. Bu da 24 sp3 hibrid orbitalı deməkdir. Bu səhvdir. Yəni sp2 vəziyyətdə ümumiyyətlə karbon yoxdur burada. Hidratlaşmasından spirt alınır. Siklobutandır bu. Onlar hidratlaşanda niyə spirt versin? Alkenlər hidratlaşanda Markovnikova görə əgər ehtiyac varsa Markovnikov qaydasından istifadə edib spirt əldə edə bilirdik. Bu Markovnikov qaydası və ya heç Markovnikov olmasa belə, məsələn, buten 2 olsa orada heç Markovnikova gərək yoxdur. Yəni istənilən təqdirdə su ilə katalitik hidratlaşma reaksiyasına daxil ola bilirlər. 2 metil propenlə homoloqdur. 2 metil propen deməli, alkendir. Alkenlər öz siniflərinin daxilində homoloq ola bilərlər. 2 metil propenlə izomerdir, amma homoloq deyil. Homoloq olmaq üçün eyni bir sinifin nümayəndələri olmalıdır. Bu da səhvdir. Səhv olanlar 2, 3, 4 oldu. Bizdən də səhvləri soruşurdu. Ona görə də 14-də səhv ifadə kimi C variantını götürə bilərik. 15-dən davam edirik. Çalışmanın izahımızda davam edirik. Deyir, adi pəncərə şüşəsi almaq üçün nə lazımdır? Deməli, müəllimlər, adi pəncərə şüşəsinin formulunu yadımıza salırıq. Kalsium oksid vurulsun, natrium 2O vurulsun, 6 molekula silisium 4 oksid. Reaksiyaları bilmək istəsəz, reaksiya necə həyata keçirilir? Deməli,
Əvvəlcə natrium metasilikat və kalium metasilikat alınır, daha sonra isə birgə əridilir. Natrium metasilikat və deməli kalsium metasilikat necə əldə olunur? 15-dən davam edir. Deyək ki, adi pəncərə şüşəsi almaq üçün nələr lazımdır? Deməli, bunun üçün əvvəlcə müəllimlər, gəlin adi pəncərə şüşəsinin formulunu yadınıza salaq. Bilirik ki, bu kalsium oksid vurulsun natrium 2O, vurulsun 6 molekula silisium 4 oksiddir. Bunun üçün biz nə edirik? Əvvəlcə deməli natrium metasilikat və kalium metasilikat, daha doğrusu kalsium metasilikat əldə edirik. Daha sonra onları birgə əridirik. Bunun üçün nə etmək lazımdır? Əvvəlcə natrium karbonat götürürük soda, natrium 2CO3. Natrium 2CO3. Üzərinə gəlirik silisium 4 oksid və reaksiya zamanı əmələ gəlir natrium 2 silisium O3, üstə gəlinsin karbon qazı. Daha sonra isə kalsium karbonat, yəni əhəng daşı götürürük. Baxın, soda götürdük və kalsium karbonat götürdük. Üzərinə gəlirik silisium 4 oksid, əmələ gəlir kalsium silikat və karbon qazı. Növbəti halda isə biz bunları birlikdə qızdırırıq. Nə edirik? Natrium silikat və kalium silikatı, kalsium silikatı daha doğrusu, natrium 2 silisium O3 və kalsium silisium O3-ü birlikdə qızdırırıq. Kalsium silisium O3-ü birlikdə qızdırırıq və üzərinə də həmçinin silisium 4 oksid gəlib hamısını birlikdə yəni qızdırırıq, belə deyək. Reaksiya zamanı əmələ gəlir natrium 2 silisium O3, belə yazaq da, natrium 2 silisium O3 vurulsun kalsium silisium O3 vurulsun, deməli burada 4 mol silisium 4 oksid gəlir üzərinə, vurulsun 4 mol silisium O2, 4 mol silisium O2. Burada da biz bunu qısaldıb yuxarıdakı formada bax yaza bilərik. 1 kalsium O, 1 natrium 2O, 6 silisium O2 şəklində, yəni bunu qısalmış formulda. Əslində biz bunu natrium silikat vurulsun, yəni hardasa görsək natrium silikat vurulsun, kalsium silikat vurulsun, 4 mol silisium 4 oksid də götürə bilərik. Və yaxud da qısa formada kalsium O vurulsun, natrium 2 vurulsun, 6 mol silisium 4 oksid şəklində də götürə bilərik. Yəni istənilən təqdirdə biz bu adi pəncərə şüşəsinə ən birinci yazdığım formulunu kalsium O, natrium 2 vurulsun, 6 mol silisium 4 oksid. Burada nə görürük? Bunu əldə etmək üçün əhəng daşı kalsium karbonat götürülməlidir, soda natrium karbonat götürülməlidir və kvarts qum silisium 4 oksid götürülməlidir. Doğru ifadə 1, 4, 5 həm B-də, həm də Y-də əks olunub. Ola bilər çapda səhv gedibdir. 16-cı çalışma ilə davam edirik. Deyir 0,2 mol X3PO4 duzunun məhluluna kalium OH əlavə etdikdə duzun kütləsi ilkin duzun kütləsindən 12,6 qram artıq olur. İndi gəlin reaksiyanı yazaq. X3PO4-ün üzərinə kalium OH əlavə eləmişik. Reaksiya zamanı təbii ki, əmələ gələcək XOH üstə gəlinsin kalium 3PO4. Mən bu məsələdə heç ümumiyyətlə hesablama aparmadan o dəqiqə X-in amonium iyonu olduğunu bilirəm. Niyə? Deyirsiniz ki, hardan bildim? Ona görə ki, bu duzla əsas arasında reaksiyanın şərtidir. Duzla əsas arasında reaksiya odur ki, solda çöküntü olmasın, sağda çöküntü yaransın. Düzdürmü? Solda çöküntü olmasın, sağda çöküntü yaransın. Deməli, bu kalium 3PO4 zaten çöküntü deyil. Deməli, XOH çöküntü olmalıdır və ya sağda qaz su yaranmalıdır. İndi solda çöküntü yoxdursa, deməli PO4-ün bütün duzları çöküntü kimi götürürük. Yalnız natrium, kalium və amonium duzlarından başqa. Natrium, kalium, amonium duzlarından başqa yerdə qalanlar çöküntü. Deməli, X-in yerinə ya natrium, ya kalium, ya da amonium götürməliyəm. Amma natriumdan kalium götürə bilmirəm. Səbəb nədir? Çünki natrium, kalium götürsəm, sağdan əmələ gələr natrium OH və ya kalium OH, kalium 3PO4 də yaranıbdır. Bunlar da heç birisi çöküntü olmadığına görə demək ki, natrium, kalium götürə bilmirəm. Amma amonium artofosfat götürsək, əmələ gələr amonium hidroksid. Amonium hidroksid də bilirsiniz ki, amoniak və su şəklində ayrılır. Reaksiyadan qaz və su əmələ gəldiyinə görə deyərik ki, burada duzla əsas reaksiyasının şərti ödəndi və reaksiya axıra qədər getdi. İndi bu bizim sadəcə mülahisəmizdir. Buradan amonium iyonunun 18 olduğunu müəyyənləşdiririk. Amma gəlin riyazi yolu nədir? Ona baxaq. Riyazi yolla necə həll edək? Bizə deyir ki, 0,2 mol X3PO4-ün kütləsi əmələ gələn duzun kütləsindən 12,6 qram deməli fərq yaradır da. Yəni 0,2 mol X3PO4 götürsək, əmələ gələn duzla 0,2 mol X3PO4-ün kütləsi arasındakı fərq 12,6 qrama bərabər olacaq. Onda yazırıq ki, 0,2 molda 12,6 qram fərq yaranırsa, onda gəlin görək 1 molda neçə qram fərq yaranacaq.
1 molda əmələ gələn fərqi hesablamaq üçün 12,6-nı bölərəm 0,2, eləcə 63 qram fərq. Deməli 1 molda 63 qram fərq eləməlidir. Düzdür müəllimlər? Bu deməkdir ki, 1 mol X3PO4 götürsəm, buradan 1 mol kalium 3PO4 əmələ gəlsə, əmələ gələn 1 mol kalium 3PO4-ün kütləsi 1 mol X3PO4-ün kütləsindən 63 qram artıq olmalıdır. Deməli 1 mol kalium 3PO4-ün kütləsi 1 mol X3PO4-ün kütləsindən 63 qram nə olmalıdır? Artıq olmalıdır. İndi buradan tənliyi həll eləsək, baxın müəllimlər, kalium 3PO4-dən X3PO4-ün kütləsini çıxsam, deməli PO4-lər zaten ixtisar gedir. 3 kalium 3 vurulsun 39 qramdır. Yəni 3 vurulsun 39 qramdan 3x-in çıxsa mənə verməli idi necə? 63 qrama. Buradan 3x-imiz bərabər olacaq. 3-ü 39-a vursaq bizə verər 117. 117-dən 63 çıxsaq 54. 54 3-ə bölsək 18. Deməli 3x-imiz bərabərdir 18-ə, daha doğrusu 54-ə, x-imiz də bərabərdir 18-ə. X-imiz 18-ə bərabərdirsə, deməli burada x-in molar kütləsi 18-dir. Doğru cavab elə 16-da yenə də sübut elədik ki, Y variantında öz əksini tapıbdır. 17-dən davam edirik. Pirit və dəmir 2 sulfat qarışığının tərkibində 0,1 mol kükürt və eyni mol miqdarda oksigen atomu olarsa, qarışığın kütləsini qramla müəyyənləşdirin. Deməli, əlimizdə var pirit, ferrum S2, dəmir 2 sulfat, ferrum SO4. Deyir, bu qarışığın tərkibində 0,1 mol kükürt və eyni mol miqdarda da oksigen atomu var. İndi elə zənn eləyək ki, x mol ferrum S2-miz var, y molda ferrum SO4-ümüz var. X mol ferrum S2-də 2x qədər kükürt var, y mol ferrum SO4-də y qədər kükürt var. Və bizə deyir ki, bu 0,1 mola bərabərdir. Oksigen atomları isə 4y-ə bərabərdir. Çünki y mol ferrum SO4-də 4y qədər oksigen olacaq. Piritdə zaten oksigen yoxdur. 4y-imiz də yenə 0,1-ə bərabər olacaq. Çünki müəllif deyir ki, hər ikisində eyni qədər kükürt və oksigen atomu var. Onda yuxarıdakı tənlik 2x üstə gəlsin. Y-i bərabərləşdirərəm 4y-ə. Buradan 2x-imiz bərabərdir 3y-ə. Bu zaman deməli x-imiz bərabər olacaq 1,5y-ə. X-imiz 1,5y-ə bərabərdir. Gətirib burada x-in yerinə 1,5y yazarıq. 1,5y yazarıq. X-in yerinə nə yazacaq? 1,5y. Onda gətirib belə deyək də, buradan 4y-imiz 0,1 oldu, düzdürmü? 4y-imiz 0,1-dirsə, y-imiz bərabər olacaq 0,1 bölünsün 4. Yəni y-imiz bərabər olacaq, deməli 0,0025 mola. 1,5y qədər də ferrum S2-miz var. Y-imiz 0,025 olduğuna görə bunu da gətirib 1,5-ə vurmaqla deməli biz buradan piritin də mol miqdarını hesablayırıq. Piritin də mol miqdarı nə olacaq? 0,0375 mol. İndi gətirib bunların kütləsini müəyyənləşdirmək üçün piritin emeri səhv eləmirəmsə 120 olmalıdır. 0,00375-i vursam piritin emeri 120-yə, eləcə 0,45 qram. 0,45 qram burada deməli pirit var imiş. Ferrum SO4-ün də kütləsini tapmaq üçün ferrum SO4-ün emerini hesablasaq, deməli 152 eləməlidir. 152-ni də vuracam 0,0025 mola. Bu da bizə verəcək 0,38 qram ferrum SO4. Toplasaq bunların kütləsi cəmi isə ikisinin birlikdə kütləsini soruşur. Ferrum S2 0,45 qramdır, ferrum SO4 də 0,38 qramdır. İndi 0,45 ilə 0,38-in cəmi bizə ikisi birlikdə 0,83 qram verəcək. Bizə deyir ki, qarışığın kütləsi nə qədərdir? 0,83 qramdır. Ona görə də 17-də doğru cavabı C variantı qəbul edirik. 18-dən davam edirik. 18-dən davam edirik. Deyir ki, 2 mol NO üstə gəl 1 mol oksigen əmələ gəldi 2 mol NO2. Düzdürmü? Reaksiyanı yazdıq, əmsallaşdırdıq. Deyir ki, yazaq başlanğıc tərif tarazlıq. Deyir, tarazlıq halında sistemdə olan bütün qazların hamısının qatılıqları bir-birinə bərabərdir. Elə zənn eləyək ki, sistemdə tarazlıq halında hamısının qatılığı eynidir. Yəni A ilə işarə eləyək. Katenin düsturu nədir? Sağda duran maddələrin tarazlıq qatılıqları əmsal qüvvətə nəzərə alınmaqla bölünməlidir. Solda duran maddələrin tarazlıq qatılığına əmsal qüvvətə nəzərə alınmaqla. NO2-nin tarazlıq qatılığı A-dır, əmsalı 2-dir, A-nın kvadratı yazaram. Bölərəm NO-nun tarazlıq qatılığı A-dır, əmsalı 2-dir, A-nın kvadratı vurulsun A-ya. Buradan ixtisar aparsaq, əldə edirik 1 bölünsün A və bir də deyir ki, katenin qiyməti 2-yə bərabərdir. Yəni 1 bölünsün A əslində 2-yə bərabərdir. 1 bölünsün A əgər 2-yə bərabərdirsə, buradan A-mız bərabər olacaq 0,5-ə. A-mız 0,5 oldu, düzdürmü? İndi
A-mız 0,5-ə bərabərdirsə, deyir ki, gətirək yerinə qoyaq. Deyir ki, ümumi tarazlıq saatinin qiyməti 2 olarsa, o qabda olan ümumi kütlənin hesablayın. Təcrübə aparılan qabın həcmi 1 litrə bərabərdir. Əgər qabın həcmi 1 litrə bərabərdirsə, onda S bərabərdir nü bölünsün V düsturuna görə V-miz 1-dirsə, S-imiz nüyə bərabər olacaq. Yəni, qabın həcmi 1 litr olduğu halda biz qatılığa mol kimi baxa bilərik. Onda belə düşünürük ki, tarazlıq halında bütün sistemdə olan qazların hamısının qatılığı 0,5 və yaxud da ki, hamısının mol miqdarı 0,5 mola bərabərdir. O zaman deməli sistemdə 0,5 mol NO2 olub, 0,5 mol O2 olub, 0,5 mol da NO olub. Kütləni hesablayanda NO-nun kütləsi 30 olmalıdır, səhv eləmirəmsə. 30-u vurarıq 0,5-ə. Bu bizə verəcək 15 qram. 30-u vurarıq, daha doğrusu 32-ni, oksigen 32 daxil, 32-ni vurarıq 0,5-ə, bu da bizə verəcək 16 qram. NO2 səhv eləmirəmsə 46 qram olmalıdır. 46-nı da 0,5-ə vursaq, bu da bizə verəcək 23 qram. Toplasaq 15 üstə gəl 16 üstə gəlinsin 23, ümumi kütlə 54 qram olacaq. Doğru cavab A variantında göstərilibdir. Yəni, tarazlıq halında sistemdə olan bütün qazların hamısının birlikdə kütləsi 1 15, 1 16, 1 23, cəm 54 qrama bərabər olacaq. Ona görə də 18-də A variantını doğru variant kimi qəbul elədik. Növbəti digər çalışma ilə davam edirik. 9-dan davam edirik. Hər iki birləşmənin içində azot atomunun oksidləşmə dərəcəsi müsbət 5-dir. Anilin. Anilində biz belə deyək də NH2-yə bax C6H5 NH2 şəklində yazdıq. Buradakı azota amoniak kimi baxırıq. Sanki amoniakdır və burada azot mənfi oksidləşmə dərəcəsi göstərəcək. Ona görə də anilində oldu mənfi oksidləşmə dərəcəsi müsbət 5 olmadı. Nitrobenzol ümumiyyətlə nitro birləşmələrdə azotun oksidləşmə dərəcəsi müsbət 5, mürəkkəb efirlər, daha doğrusu müsbət 3 üzr istəyirəm. Nitro birləşmələrdə azotun oksidləşmə dərəcəsi müsbət 3 olacaq, amma mürəkkəb efirlərdə isə azotun oksidləşmə dərəcəsi müsbət 5 olacaq. Deməli, nitro birləşmələrdə müsbət 3 oksidləşmə dərəcəsi göstərir. Mürəkkəb efirlərdə müsbət 5 oksidləşmə dərəcəsi göstərir. Aminlərdə amoniakın türəməsi kimi baxırıq, mənfi 3 oksidləşmə dərəcəsi göstərir. Nitrobenzolda olacaq müsbət 3 oksidləşmə dərəcəsi. Daha sonra kalium nitrat. Kalium nitrat nitratlarda bilirsiniz də nitrat turşusunun törəməsi kimi, yəni duzudur. Burada lap belə də baxa bilərsiniz. Kalium nitrat. Azot X-dir, kalium müsbət 1-dir, oksigen mənfi 2-dir. Müsbət 1 üstə gəlinsin X çıxılsın 6 bərabərdir 0, X bərabərdir müsbət 5 oksidləşmə dərəcəsi. Amonium xloriddə ümumiyyətlə amonium ionunda azot mənfi 3 oksidləşmə dərəcəsi göstərir. Nitrometan nitro birləşmədir. Nitro birləşmələrdə azot müsbət 3 oksidləşmə dərəcəsi göstərir. Nitrit turşusunda da müsbət 3 olacaq. Çünki nitrit turşusu HNO2-dir. Oksigen mənfi 2, azot X, hidrogen müsbət 1 oksidləşmə dərəcəsi göstərir. 1 üstə gəl X çıxılsın 4 bərabərdir 0, X bərabərdir müsbət 3 oksidləşmə dərəcəsi. Nitrogliserin. Nitrogliserin bilirsiniz ki, mürəkkəb efirdir də burada. Nitrogliserin mürəkkəb efirdir. CH2ONO2, CHONO2, CH2ONO2. Burada ONO2, bax belə baxırsınız da azota. Düzdürmü? ONO2 şəklində. Yəni burada azot artıq müsbət 5 oksidləşmə dərəcəsi göstərəcək. Dediyimiz kimi mürəkkəb efirlərdə azot müsbət 5 oksidləşmə dərəcəsi göstərir. Deməli, nitro birləşmələrdə müsbət 3, aminlərdə mənfi 3 oksidləşmə dərəcəsi göstərir. Nitrat turşusu HNO3 yazılır. Burada da həmçinin oksigen mənfi 2, azot X, hidrogen müsbət 1 olanda X-imiz bərabər olur müsbət 5 oksidləşmə dərəcəsinə. Amin etan, aminlərdə mənfi 3 olacaq, olmayacaq. Ona görə də dediyim kimi nitro birləşmələrdə də müsbət 3-dür. Ona görə müsbət 5 hər ikisi olan nitrat turşusu və nitrogliserindir. Hansı ki 19-da doğru cavab D variantında göstərilibdir. Növbəti digər çalışma ilə davam edirik 20. Deyir ki, izomerlər verilmiş bəndi göstərin. Ksilolla krizol izomer olmaz. Təbii ki, buradan baxan kimi gördük ki, biri benzolun törəməsidir, biri isə fenolun törəməsidir. Təbii ki, ayrı-ayrı maddələrdə izomer ola bilməzlər. Ayrı sintin nümayəndələridir. Növbəti halda gəlin görək ikincidə nəyi göstərir bizə? 1,2 dimetil siklobutan, 2 metil pentan. 1,2 dimetil siklobutan. 1,2 dimetil siklobutan. Burada siklda 4 karbon, radikalda da 2 karbon, cəm 6 karbonlu sikloalkandır. 2 metil penten isə 2 metil penten CH2, 2 qat rabitə CH3, CH2, CH2, CH3. Bu da həmçinin 6 karbonlu alkendir.
6 karbonlu alkenlə 6 karbonlu sikloalkan bir-birindən siniflərarası izomerlik yaradacaq. Elə izomer olan 20-də B variantını göstərilibdir. Fenolla karbol turşusu eyni maddədir. Fenola digər adı karbol turşusu deyirlər. Karbamid bilirsiniz ki, metanol spirtdir. Karbamid də tamam başqa bir gübrədir. CONH2 2 dəfə yazılır. Tamam başqa maddələrdir. Ona görə də izomer olanlar, siniflərarası izomerlik yaradanlar 20-də B variantında göstərilibdir. 21. 400 qram 40% natrium klor məhlulundan suyun 25% buxarlandırıldı. Daha sonra məhlula suyun 1/3 hissəsi qədər duz əlavə olundu. Əvvəlcə gəlin görək 400 qram 40% məhlul nə deməkdir müəllimlər? 400-ün 40%-ni tapırıq, eləyir 160 qram duz, yerdə qalan 240 qram isə suyun payına düşür. Bizə deyir ki, buradan suyun 25% buxarlandırıldı. 240-ın 25%-ni buxarlandırırıq. 240-ı vurdum 25-ə, böldüm 100-ə, başqa cür desək 240-ı vurdum 0,25-ə. Verdi 60 qram. Deməli 60 qram su buxarlandırıldı. 240 qram sudan 60 qram buxarlandırıldı. Yerdə qaldı 180 qram suyum. 180 qram suyum, 160 qram da duzum qaldı. Və bizə deyir ki, daha sonra məhlula suyun 1/3 hissəsi qədər duz əlavə olundu. Suyumuz 180 qramdır. 180-in 1/3 qədər mən bura duz əlavə eləsəm, yəni 60 qram duz əlavə etməliyəm. Zaten 160 qram duzum əvvəlcədən var idi. Bax, burada qeyd eləmişəm. Əlavə olaraq da 60 qram duz əlavə eləsək, sonda 220 qram duzumuz olacaq. Bunu haşiyalaq gözümüz görsün. Bundan başqa da 180 qram suyumuz qalmışdı mı? Qalmışdı. O zaman ümumi məhlulumuzun kütləsi nə qədər olacaq? 400 qram. İndi ümumi məhlulun kütləsi 400 qramdır və bu məhlulda da 220 qram duz varsa, mən bu məhlulda həll olunan maddənin kütlə payını tapmaq üçün 220 qram duzun kütləsini bölərəm 400 qram məhlulun kütləsinə, vuraram 100%-ə. Bu da bizə verəcək 55%-li məhlul. Deməli, yeni əmələ gələn məhlulun faizi qatlığı 55%-ə bərabərdir. Bu da 21-də Y variantında göstərilibdir. 22 ilə davam edirik. Deyir ki, spirtləri miski oksidlə oksidləşmə reaksiyasının üzvü birləşmə məhsulu haqqında yanlış fikir göstərib. Bilirsiniz ki, birli spirtlər miski oksidlə gedəndə aldehid yaradır, kili spirtlər isə keton yaradırdı. Nümunə kimi gəlin birinə baxaq. Məsəl üçün, deyək ki, bizə verib propanol 2 kili spirtdir. Mən bunun üzərindən miski oksid gəlsəm, reaksiya zamanı mis ayrılacaq, mis getdi. Oksigen özünə yoldaş axtarır, hidrogen axtarır. O zaman hidrogenin biri OH qrupundan çıxacaq, biri isə OH qrupunun birləşdiyi karbondan çıxacaq. Yerdə nə qalacaq? CH3, C2 qatıraq, oksigen, CH, yəni keton yaranacaq. Başqa cür desək, bütün ikili spirtlər, keton, birli spirtlər isə oksidləşəndə aldehid verər. Deyir ketonların ilk nümayəndəsində molekulunda 3 karbon atomu var, doğrudur. İlk nümayəndə asetonda 3 karbonludur. Miski hidroksidlə oksidləşmə reaksiyasına daxil ola bilmirlər. Bəli, aldehidlər miski hidroksidlə oksidləşməyə daxil olur. Mavi, sarı, qırmızı rəng çöküntülər, yəni mavidən sarıya, sarıdan da qırmızı rəngli çöküntüyə çevrilmə baş verir. Amma ketonlarda bu reaksiya olmur, çünki onlar aldehid qrupu yoxdur. Deyir ki, vəziyyət izomeri əmələ gətirə bilmirlər. Xeyr, vəziyyət izomeri əmələ gətirə bilirlər. Məsəl üçün, deyək ki, veribdir bizə butanon, daha doğrusu pentanon, məsəl üçün pentanon 2 veribdir. Mən bunu pentanon 3 şəklində də yaza bilərəm də, düzdürmü? Yəni karbonil qrupunun vəziyyətini dəyişdirməklə biz burada vəziyyət izomerliyi yarada bilirik. Homoloji sıranın ilk üzvünün sinifdaxili izomeri yoxdur. Homoloji sıranın ilk sinifinin homoloji sırada ilk üzv bilirik ki, asetondur. Asetonun sinifdaxili izomeri yoxdur. Siniflərarası izomeri var, propion aldehididir. Amma sinifdaxili izomeri yoxdur. Həqiqətən bu doğru ifadədir. İlk nümayəndə kumolun oksidləşməsindən alına bilər. Bəli, kumol bilirik ki, izopropil benzol deməkdir. Kumol əgər qatı sulfat turşu iştirakında oksidləşərsə, bilirsiniz ki, fenol və aseton yaradır. Fenol və aseton yaradır. Aseton da ketonların ilk nümayəndəsi olduğuna görə deyə bilərik ki, homoloji sıranın ilk nümayəndəsi kumolun oksidləşməsindən alınır. Bu da doğru ifadədir. Bizdən yanlış ifadəni soruşurdu. Yanlış ifadə 22-də C variantında göstərilibdir. Digər 23-cü çalışma ilə davam edir. 23 ilə davam edir. Deyir, hansı bənddəki bütün maddələr reaksiya zamanı xlorid iyonu oksidləşir? Burada elə baxan kimi kalsium hidroksidi görürük. Kalsium hidroksid sönmüş nəhəngdir. Kalsium hidroksidin H-klorla reaksiyası ümumiyyətlə oksidləşmə reduksiya reaksiyası deyil. Kalsium klorid və su əmələ gəlir. Mən burada necə oksidləşmə reduksiya haqqında danışa bilərəm. Bu sırası getdi. Sonra kaustik soda. Kaustik soda bilirsiniz ki, natrium hidroksiddir. Natrium hidroksid H-klorla reaksiya daxil olur. Ümumiyyətlə, burada oksidləşmə reduksiya reaksiyası baş verməz. Natrium klor su əmələ gələr. Ona görə bu variantda getdi.
Manqan 4 oksid, kalium xlorat. Aha, burada ola bilər. Gəlin baxaq. Manqan 4 oksid H xlorla reaksiya girəndə bilirsiniz ki, manqan xlor, xlor və su əmələ gələcək. Burada xlor -1-dən 0-a gəldi. Azdan çoxa getdi. Oldu reduksiya edici. Reduksiya edici adından da göründüyü kimi reduksiya edicidir. Əvəzində özü oksidləşir. Yəni xlor mənfi iyonları həqiqətən oksidləşəcək. Və yaxud da ki, kalium xlorat götürsəm, kalium xloratın üzərinə H xlor gəlsəm, reaksiya zamanı bilirsiniz ki, kalium xlor, xlor və su əmələ gələcək. Və burada xlorid iyonu deyəndə xlor -1 iyonundan söhbət gedir də. Xlorid iyonu xlor -1 iyonudur. Xlor -1-dən burada 0-a gəlib. Kalium xloratdakı xlor -5-dən -1-ə gəlibdir. H xlordakı xlor isə, xlorid iyonu isə -1-dən 0-a gəlib. Xlor 2-dəki 0-a gəlibdir. Yenə azdan çoxa getdi. Oldu reduksiya edici. Reduksiya edici adından da göründüyü kimi reduksiya edir, əvəzində özü oksidləşir. Yəni xlorid iyonlarının oksidləşmə prosesi manqan 4 oksidin H xlorla və kalium xloratın H xlorla reaksiyasında müşahidə olundu. Ona görə də 23-də doğru cavab C variantında göstərilibdir. Növbəti halda alüminium hidroksid H xlorla sadəcə orada turşu əsas reaksiyasıdır. Alüminium xlorid su yaranacaq. Heç bir oksidləşmə reaksiyası baş verməyəcək. Mis metalı H xlorla reaksiya daxil ola bilməz. Amoniak H xlorla getsə amonium xlorid yaranar. Orada da heç bir oksidləşmə reaksiyası baş vermir. Doğru cavab C variantında göstərilibdir. Deyir ki, linolen turşusunun trigliseridinin molekulda karbon atomlarının sp2 bir ortalarının sayını tapın. Əvvəlcə doymamış ali karbon turşuları yada salaq. Olein turşusu C17, H33, COH. Olein turşusu, linol turşusu, linol turşusu C17, H31, COH. Linolein turşusu isə C17, H29, COH-dır. Və olein turşusunda deməli sp2 vəziyyətdə karbon sayı 3 dənədir. Niyə? Çünki biri karbonil qrupunda, karboksil qrupundakı karbon da sp2 vəziyyətdə, 2 dənə də radikal hissədə deməli sp2 vəziyyətdə karbon var. Çünki radikal hissədə bir pir addəsi var və radikal hissədəki həmin o pir addəsi gəlib 2 dənə karbona birləşdiyinə görə, bax burada belə bir görüntü var da. Bax bu karboksil qrupunun karbonu sp2-dir. Üstəlik radikal hissədə 2 dənə sp2 vəziyyətdə karbon var. Cəm 3 dənə sp2 vəziyyətdə karbonumuz oldu. Olein turşusundan sonra linol turşusu gəlir. Linol turşusunda isə 2 dənə pir addəsi olduğuna görə molekulda radikal hissədə, bir dənə də karboksil qrupunda sp2 vəziyyətdə karbon olduğuna görə ümumilikdə 1, 2, 3, 4, 5 dənə karbon sp2 birləşmə vəziyyətində olur. O ki qaldı linolein turşusunda. Linolein turşusunda isə C17H29 COH. Orada isə 3 dənə pir addəsi var və burada belə bir görüntü ilə qarşılaşırıq və göründüyü kimi 1, 2, 3, 4, 5, 6, 7. 7 karbon sp2 birləşmə vəziyyətində olur. 7 dənə karbon sp2 birləşmə vəziyyətində olur. İndi linolein turşusunun trigliseridini təsəvvür etmək istəsək, bu bilirik ki, yağdır və yağlar gliserinin ali karbon turşularından əmələ gətirdiyi mürəkkəb efirlərdir. Və burada R yazaq. R yazmasaq da olar. Belə birbaşa yazaq da C17H29, C17H29, C2 oksigen, C17H29, C2 oksigen, C17H29 yazırıq. Burada gliserinə aid olan hissədəki karbonlar hamısı sp3 vəziyyətdədir. Amma turşuya aid olan hissədə hər turşuya aid olan hissədə 7 dənə sp2 vəziyyətdə karbon var. Aha, bu 7-ləri tapandan sonra müəllimə biz nə gördük burada? Gördük ki, ümumilikdə burada 3 vurulsun 7, 21 sp2 vəziyyətdə karbon mövcuddur. İndi 21 sp2 vəziyyətdə karbon mövcudsa, biz də bilirik ki, bir sp2 3 ləçəyi xatırladır da. Bir dənə sp2 vəziyyətdə karbon, 3 dənə sp2 bir ortal var. O zaman 21 dənə sp2 vəziyyətdə olan karbonun 63 sp2 bir ortal olacaq. Bu da doğru cavab kimi 24-də D variantında göstərilibdir. Növbəti 25-lə davam edirik. Deyir, x mol pirit və 194 qram sink sulfitdən ibarət qarışığın tam yanmasından 256 qram qaz alınmışdır. X hesablayın. Aha, gəlin indi yazaq. Pirit, ferrum S2-dir. Üzərinə oksigen gəlirik. Əmələ gəlir ferrum 2O3, üstə gəlinsin SO2. Əmsallaşdıraq bu şəkildə. Görək əmsallaşma 2 dənə 8, 16, üzərində 6 gəlsə 22, 11 yazacaq bura. Daha sonra sink sulfidin oksigenlə reaksiyasından sink oksid və SO2 qazı bilirik ki, əmələ gələcək. Burada da 2 mol sink sulfid, 2 mol sink oksid, 2 mol SO2 əmələ gətirəcək. 3 mol da oksigen sərf olunacaq. Deyir, 194 qram sink sulfiddən ibarət. Yəni, normalda biz bilirik ki, sink sulfidin emeri 97-dir. 2 mol sink sulfid zaten 194 qram eləyir və 194 qram sink sulfid reaksiya tənliyindən görünür ki, 2 mol SO2 qazı əmələ gətirəcək. SO2-nin emeri
64-dür. 2 mol SO2 eləyəcək 128 qram. Deməli 128 qram SO2-ni sink sulfiddən əldə elədik. Ümumilikdə 256 qram qaz alınıbsa, bunun 128 qramını sink sulfidinin yanmasından əldə elədiyimiz SO2-dirsə, onda yerdə qalan SO2-ni gəlin görək neçə qrama bərabər olacaq. Bunun üçün 256-dan çıxdıq 128-i, elədi 128 qram. Deməli 128 qram SO2 piritin yanmasından əldə olunubdur. İndi yuxarıdakı tənliyə baxanda biz nə görürük? 4 mol pirit yananda 8 mol SO2 əmələ gəlir. X mol da pirit yananda 128 qram SO2 neçə deməli mola uyğun gələcək? Mənlər 2 moldur da. Çünki SO2-nin 1 molu 64 isə 128-in 2 mol olacaq. Yəni 4 mol pirit yananda 8 mol SO2 əmələ gəlirsə, X mol da pirit yananda 2 mol SO2 əmələ gələr. Buradan X-imiz bərabərdir 1 mola. Deməli reaksiya zamanı 1 mol pirit yandırılıb, hansı ki bu da 25-də B variantında göstərilibdir. 26-dan davam edirik. Etan və propindən ibarət 25 litr qaz qarışığının tam yanmasına sərf olan oksigenin həcmi 95 litr olarsa, propinin kütləsi etanın kütləsinə nisbətini müəyyənləşdirin. İndi burada da gəlin ən rahatlı sistem tənlik qrup əmsallaşdırmanı həyata keçirməkdən ibarətdir. Mənlər necə edərik? Əvvəlcə götürək etan C2H6. Üzərinə gələcək oksigen qazı, reaksiya zamanı 2 mol karbon qaz əmələ gələr, 3 mol da H2O əmələ gələr. Daha sonra CH4 götürürəm, üzərinə gəlirəm oksigen. Burada oksigenin mol miqdarı birinci reaksiyada 3,5 olacaq. İkincidə də CH4-ün üzərinə 4 mol oksigen gələrik, 3 mol karbon qazı yaranar, 2 mol da H2O əmələ gələr. Bilmirəm nə qədər etan götürmüşəm, elə zənn edirəm x mol etan götürmüşəm və x mol etanı yandırmaq üçün 3,5 x mol oksigen sərf eləyərəm. Y molda propin götürsəm, bunu yandırmağa 4 y mol oksigen sərf eləyərəm və bizə deyir ki, etan və propin ikisi birlikdə ilkin halda 25 litrdir. Ümumiyyətlə, qaz qarışığı məsələlərində mənlər rahat olsun deyə mən çox vaxt həcmə mol kimi baxıram. Elə zənn eləyək ki, başlanğıcda götürdüyümüz x mol etanla y mol propinin ikisi birlikdə 25 moldur. Yenə deyirəm, litrə mol kimi baxıb rahat hesablama aparacağam. Və qarışığın tam yanmasına sərf olan oksigenin həcmi. Birinci halda, birinci reaksiya üçün sərf olan oksigen 3,5 x moldur. İkinci reaksiya üçün sərf olan oksigen isə 4 y moldur. İkisi birlikdə bizə verəcək 95 mol deyək. Buradan tənliyi həll eləsək, necə elərik? Birinci tənliyin hər tərəfini 3,5-ə vururam. Birinci tənliyim olur 3,5 x üstə gəl 3,5 y bərabərdir 3,5 vurulsun 25. Tərəf-tərəfə çıxanda özünüz də görəcəksiniz ki, 0,5 y bərabər olacaq. Yenə deyirəm, istəyirsiniz yaza da bilərik kənardan. 3,5 x üstə gəl 3,5 y bərabər olacaq. 3,5 olsun deməli 25-ə. 3,5-i də 25-ə vuranda eləyəcək 87,5. Aşağıdakı tənliyi olduğu kimi saxlayıram. 3,5 x üstə gəl 4 y bərabərdir 95-ə. Aşağıdan yuxarıdan tərəf-tərəfə çıxanda 3,5 x-lər gedir. 4 y-dən 3,5 y çıxanda qalır 0,5 y bərabərdir. 95-dən də çıxaram 87,5-i. Bu da mənə verəcək 7,5. Y-imiz bərabər olacaq 15-ə. Y-imiz 15-ə bərabər olsa, x-imiz də bərabər olacaq 10-a. İndi y-imiz 15 oldusa, gətirib yerinə qoysaq, y mol CH4 götürmüşük, düzdürmü? Y mol CH4 götürmüşük. Bu da y-imiz də 15 oldusa, 15-i vuraram propinin emerinə. Propinin emeri də 12-ni çavursa 36, 40 eləməlidir, səhv eləməmsə. 15-i vuraram 40-a, bölərəm, 10 da vuraram CH6-nın emerinə. CH6-nın emeri səhv eləməmsə 30 olmalıdır. 30-u da vursaq, ona axı x mol etan götürmüşəm. X mol etan x-imiz 10-dursa, onu vuraram etanın emeri 30-a. Və buradan 600 bölünsün 300 doğru cavabın 2 olduğunu müəyyənləşdirərəm. Bu da 26-da B variantında öz əksini tapıbdır. Növbəti digəri 27-ci çalışmadan davam edirik. Deyir, duzların elektroliz zamanı katodda reduksiya prosesi hansı ardıcıllıqla baş verir? Burada metalların elektrokimyəvi gərginlik sırasını əzbər bilməliyik. Bildiyiniz kimi lityum, kalium, kalsium, magnezium, alüminium, manqan, sink, xrom, dəmir, kobalt, nikel, hidrogen, daha doğrusu plumbumu yazaq, sonra hidrogen, kuprum, hidrargium, argentum, aurum. Və burada ionlar şəklində yazsaq, indi mən tələsik yazdım deyə ionlar şəklində yazmadım. Və bilirsiniz ki, soldan sağa doğru getdikcə metalların katodda deməli reduksiya olunmaq qabiliyyəti artır. Çünki metalların oksidləşdiricilik, metal ionlarının oksidləşdiricilik qabiliyyəti artır. İndi burada
Katodda reduksiya prosesi hansı ardıcılıqla baş verər deyiriksə, soldan sağa doğru getdikcə metal iyonlarının oksidləşdiricilik qabiliyyəti artdığına görə, metal iyonlarının burada oksidləşdiricilik qabiliyyəti artdığına görə, deməli, belə deyək də, metal iyonlarının katodda reduksiya olunmaq prosesi asanlaşır və hansı pasiv metaldırsa, metal iyonudursa ilk növbədə təbii ki, o katoda gedəcək. Mis, sink, argentum müqayisə edəndə argentum ən pasiv olduğuna görə birinci növbədə argentum gedəcək. Daha sonra mis daha passivdir. Sink bunların içərisində aktiv olduğuna görə argentum, mis, sink istiqamətində əvvəlcə argentum, daha sonra mis, sonra da sink iyonları. Mən iyonlar şəklində yazmadım tələsik olduğuna görə. Təbii ki, burada iyonlar nəzərdə tuturam və bu da argentum, mis, sink iyonları şəklində D variantında göstərilibdir. Növbəti 28-dən davam edirik. 28-dən davam edirik, müəllimlər deyir ki, müəyyən həcm oksigen azanatordan keçirilir və 20 litr oksigen azan qarışığı alınır. Alınmış qarışıq lövhə üzərindən, argentum lövhə üzərindən keçirilir. Bilirik ki, azanator cihazı götürmüşük, tam ki, buradan oksigen keçirtmişik. Oksigenin bir qismi azana çevrilib, bir qismi də artıq qalıb və oksigen azanatordan keçiriləndə oksigen azondan ibarət olan bir 20 litrlik qarışıq yaranıb və bu 20 litrlik oksigen azon qarışığındakı, belə deyək də, oksigen və 20 litr oksigen azon qarışığı gəlib gümüş lövhə üzərindən keçiriləndə görüblər ki, gümüş lövhənin kütləsi artıbdır. Nə qədər artıb? 8 qram artıbdır və biz də bilirik ki, argentum üzərindən oksigen keçirsək reaksiya baş verməz, amma argentum azondan reaksiya girəcək. Niyə? Çünki azon qüvvətli oksidləşdirici maddədir və azon gəlib argentumu oksidləşdirəcək və reaksiya zamanı argentum Q və oksigen qazı əmələ gələcək. Və göründüyü kimi 2 mol argentum lövhə götürülsə, bu argentum Q çevriləndə lövhənin kütləsi 16 qram artır. Çünki 2 mol argentumdan 1 mol argentum Q arasındakı fərq 16 qramdır. Göründüyü kimi 16 qram artım olanda 1 mol azon qazı sərf olunur. İndi isə 8 qram artım olub. Gəlin görək bu neçə mol azon qazının sərfi deməkdir. Buradan azon qazının sərf olunan mol miqdarını 0,5 mol tapırıq. İndi 0,5 mol azon neçə litrə uyğun gəlir müəllimlər? Bunun üçün mən 0,5-i normal şəraitdə dediyinə görə 22,4 litrə vurmaqla tapıram ki, 11,2 litr azondan söhbət gedir. Deməli, belə çıxır ki, oksigen müəyyən qədər götürülüb. Bu azanator cihazından keçirilib. Reaksiyanın içərisində oksigen azon qarışığı yaranıb. Bu oksigen azon qarışığının deməli 11,2 litr azon olub. Çünki deyir ki, reaksiya zamanı qazlardan biri tamamilə sərf olunub. Təbii ki, oksigen sərf olunmadığına görə deməli tamamilə sərf olunan nə olacaq? Azon olacaq. Deməli, 11,2 litr deməli azon oksigen qarışığının 20 litrinin 11,2 litri azon imiş. Deməli, yerdə qalan 8,8 litri də oksigen imiş. Deməli, 20 litrlik qarışığın 8,8 litri oksigen olubdur. 11,2 litri də azon olubdur. Bax, bu şəkildə haçaladıq və dəqiqləşdirdik. İndi müəllif bizə deyir ki, qaz qarışığında oksigenin həcmi ümumi həcmin ədədi qiymət 2%-ni təşkil edir. Qaz qarışığı 20 litrdir. Bu 20 litrin 8,8 litri azondursa, bu daha doğrusu oksigendirsə, bu neçə faiz eləyər? Mən burada oksigenin həcm payını tapmaq üçün 8,8 litrə bölərəm 20-yə, vuraram 100-ə. Bu da mənə verər 44%. Deməli, əmələ gəlmiş 20 litrlik qarışıqda 44% nə var imiş? Oksigen qazı var imiş. Bu da 28-də A variantında öz əksini tapıbdır. 29. Davam edirik. Daimi codluğu yaradan anionlar. Ümumiyyətlə, müəllimlər, biz bilirik ki, codluq iki cür olur. Müvəqqəti və daimi codluq. Müvəqqəti codluq deyəndə maqnezium hidrokarbonatın və kalsium hidrokarbonat duzlarının yaratdığı codluq nəzərdə tutulur. Ümumiyyətlə, codluq nə deməkdir? Biz codluğu aradan qaldırmaq istəməkdə məqsədimiz nədir? Deməli, biz bilirik ki, həll olan duzlar, maqnezium və kalsiumun həll olan duzları gəlib suyun tərkibinə maqnezium 2 müsbət, kalsium 2 müsbət iyonları verir ki, biz paltar yumaq istəyəndə belə deyək də sabunun C17H35 CO mənfi iyonları ilə, axı bilirik, sabun necə yazır? Məsəl üçün C17H35 CO natrium, C17H35 CO kalium məsəl üçün də. İndi bu sabunun C17H35 CO mənfi iyonları ilə suda olan kalsium, maqnezium iyonları gəlib C17H35 CO 2 dəfə maqnezium və ya kalsium kimi duzlar yaradır ki, bunlar çöküntü duzlardır və çöküntü duzlar imkan vermir ki, sabunumuz köpüklənsin və biz paltarımızı rahat yuya bilək. Və bu daimi buna maqnezium hidrokarbonat, kalsium hidrokarbonatı niyə müvəqqəti codluq deyirik? Çünki qızdıran zaman bunlar asanlıqla parçalanırlar və codluq aradan qalxır. Daimi codluğu yaradan duzlar isə kalsium SO4, maqnezium SO4, kalsium xlor 2, maqnezium xlor 2 duzlarıdır. Və anion olaraq bunlara SO4 və xlor mənfi anionları deyə bilərik. Yəni sulfat və xlorid
anionları daimi codluğu yaradan anionlardır. Bu da 29-da B variantında göstərilibdir. 30-dan davam edirik. Pir adəsi olmayan birləşməni göstərin. Ortofosfat turşusunda pir adəsi olacaq. 3 əsaslı turşudur. 3 dənə HO qrupu var. Gətirdik, yazdıq. 3 dənə HO qrupunu 3 əsaslı turşuda mərkəzi atom fosforu birləşdirdik. Yerdə qalan oksigen də bura birləşdi. Pir adəsi gördük burada. Sulfit turşusu 2 əsaslı turşudur. Ona görə 2 dənə HO qrupası var. Gətirib SO3 bu şəkildə yazsaq pir adəsini gördük. Karbon disulfit. Karbon disulfit bu şəkildə yazılır və 2 dənə pir adəsi var. Burada da gördük. CO bu şəkildə yazılır. 1 sigma 2 pir adəsi var. Alüminium karbidə gələndə isə alüminium karbiddə pir adəsi olmayacaq. Niyə? Çünki alüminium karbid bilirsiniz deyə, deməli ion rabitəli birləşmədir. Ümumiyyətlə sigma rabitə ilə pir adəsi bildiyimiz kimi kovalent rabitənin növləridir. Alüminium karbiddə ion rabitəsi olduğuna görə burada pi və sigma rabitədən söhbət gedə bilməz. Pir adəsi olmayan birləşmə 30-da Y variantında göstərilibdir. Yəni bu şəkildə cavablandıra bilərsiniz rahatlıqla. Bir ilə davam edirik. 31-də bizə deyir ki, verilmiş elementlərdən hansının birinci iyonlaşma enerjisi daha kiçikdir. İndi müəllimlər biz bilirik ki, hansının birinci iyonlaşma enerjisi daha kiçikdir deyirsə, belə deyək də, gəlin dövr sistemi yadımıza salaq. Deyək ki, məsəl üçün, bura ikinci dövr elementlərini göstərir və ikinci dövr elementlərində gəlin qrupları yazaq özümüzdən. Deyək ki, bura birinci qrupdur, bura ikinci qrupdur, bura üçüncü qrupdur, bura dördüncü qrupdur, bura 5-dir, bura 6-dır. Məsəl üçün, bura deyək ki, 7-ci qrupu göstərir, burada 8-ci qrupu göstərir və biz deyirik ki, dövr daxilində soldan sağa doğru getdikcə adətən iyonlaşma enerjisi artır. Demirik həmişə iyonlaşma enerjisi artır, adətən iyonlaşma enerjisi artır. Belə ki, bu normalda biz düşünərik ki, hə, üçüncü qrupun iyonlaşma enerjisi böyükdür 2-dən, xeyr. Bu belə deyir, əksi olur. İkincinin iyonlaşma enerjisi 3-dən böyük olur. 2 ilə 3-də bu yerini dəyişəcək, bir də 5 ilə 6-da 1 olacaq. Məsəl üçün, düşünürük ki, 6-cı qrupun iyonlaşma enerjisi 5-dən böyükdür, xeyr, bu əksi olacaq. 5-in iyonlaşma enerjisi böyükdür 6-cı qrupdan. Deməli, ikinci qrupdakının iyonlaşma enerjisi 3-dən böyükdür, 5-ci qrupdakının iyonlaşma enerjisi 6-cı qrupdan daha böyük olacaq. Məsəl üçün, düşünərsiniz ki, berilyumun iyonlaşma enerjisi buradan kiçik olar, çünki solda yerləşir berilyum, xeyr. Dedik ki, tərsi olur. 2-nin iyonlaşma enerjisi 3-ün iyonlaşma enerjisindən böyük olacaq. Yəni, düşünsək ki, berilyumda kiçik olar iyonlaşma enerjisi. Məsəl üçün, amma burada belə olmayacaq. Berilyumda iyonlaşma enerjisi kiçik olmayacaq. Berilyumda daha böyük olacaq. Niyə? Çünki 2 ilə 3-ü müqayisə edəndə 2 əslində 3-dən kiçik olmalıdır, amma 3 2-dən kiçikdir. Yəni, 3-ün iyonlaşma enerjisi 3-cü qrupda yerləşən borun iyonlaşma enerjisi berilyumun iyonlaşma enerjisindən daha kiçik olacaq. Ona görə də doğru cavab 31-də C variantında göstərilibdir. Yəni, bu şəkildə cavablandırarıq. Baxsaq, müəllimlər deyir ki, temperaturun artması hansı məhlulda ion sayını azaldar? Deməli, biz bilirik ki, elektrolitlər 2 yerə bölünür, zəif elektrolitlər və qüvvətli elektrolitlər. Zəif elektrolitlərin dissosiasiya dərəcəsi temperaturla düz asılıdır, qüvvətli elektrolitlər isə tərs asılıdır. Bunun səbəbi nədir? Bilirsiniz ki, dissosiasiya dönər prosesdir və dissosiasiya dönər proses olduğuna görə biz, belə deyək də, dissosiasiyanın prosesi özü düzünə gedən istiqamətdir, assosiasiya bunun əksi gedən istiqamətdir. Yəni, dissosiasiyanın əksi assosiasiya adlanır. Zəif elektrolitlər zaten zəif elektrolit olduğuna görə kifayət qədər yaxşı dissosiasiya eləyə bilmirlər və dissosiasiya dərəcələri biraz aşağı olur və biz temperaturu artıranda bunun dissosiasiya dərəcəsi artır və məhlulda həmin bu zəif elektrolitlərin əmələ gətirdiyi ionların mol miqdarı çoxalır. Və ona görə də sirkə turşusudur, qarışqa turşusudur, sulfit turşusudur. Burada hidrogen sulfit deyir, sulfit turşusudur, amonium hidroksitdir. Bunlar zəif əsas və zəif turşu kimi düşünsək, zəif elektrolitlər və zəif elektrolit olduqlarına görə biz temperaturu artıranda burada dissosiasiya prosesi sürətlənir və dissosiasiya dərəcəsi artır, dissosiasiya prosesi sürətlənir və məhlulda əmələ gələn ionların mol sayı çoxalır. Amma kalium hidroksid qüvvətli elektrolitdir. Bunlar zaten məhlulda ion əmələ gətirirlər bir qədər, çünki dissosiasiya dərəcələri biraz yüksəkdir. Və mən temperaturu artıranda artıq bu əmələ gəlmiş ionlar başlayırlar bir-birlərinə toqquşurlar və təzədən molekul formasına keçirlər və dissosiasiyanın əksi olan assosiasiya prosesi əmələ gəlir. Belə ki, baxın, kalium OH ionlara dissosiasiya eləyəndə əmələ gətirir kalium müsbət və OH mənfi ionları, düzdürmü? Daha səliqəli yazaq və biz bilirik ki, temperaturu artıranda burada kalium müsbət OH mənfi ionlarının görüşməsi, toqquşma ehtimalı çoxalır və dissosiasiyanın əksi olan assosiasiya prosesi əmələ gəlir və ionlar birləşərək kalium OH formasına keçirlər və nəticədə burada dissosiasiya prosesi get-gedə neyir?
zəifləyir, assosiasiya güclənir və ionların mol sayı azalır. Çünki kalium ionları, OH mənfi ionları kalium OH formasına keçirlər. Ona görə də məhlulda ion sayı azalar, qüvvətli elektrolit götürəcəyik. Bu da doğru cavab kimi 32-də Y variantında göstərilibdir. 33-dən davam edirik. Atom radiusu ən kiçik olan ion hansıdır? Müəllimlər, burada nəyə diqqət edəcəksiniz? Eyni elementlərdən söhbət gedir. Baxın, X hamısı da X elementidir. Və X elementi üçün müxtəlif oksidləşmə dərəcələrinə uyğun variantlar var burada. Bəziləri kationdur, bəziləri aniondur. Yadda saxlayırıq ki, kation vəziyyətlə anion vəziyyəti müqayisə edəndə kation öz deməli elektronunu verib müsbət yüklənir, anion isə elektron alıb mənfi yüklənir. Anion elektron alıb mənfi yükləndiyi görə anionun radiusu kationun radiusundan daha böyük olacaq. Ümumilikdə kationun radiusu kiçikdir elektron neytral vəziyyətdəkindən, onun isə radiusu kiçikdir anionun radiusundan. Anionun radiusu ən böyükdür, kationun radiusu ən kiçikdir. Burada kationun radiusu ən kiçik olacaq. Ən kiçik radius kationa məxsus olacaq və kation müsbət 4 daha kiçik radius olacaq. Çünki müsbət 3-də 3 elektron verib, müsbət 4-də isə 4 elektron veribdir. Ona görə də müsbət 4 elektron verilmiş versiyanı götürürük. Doğru cavab 33-də C variantında göstərilibdir. 32-də də Y variantını seçdik. Növbəti 34-dən davam edirik. Hər iki maddənin tam hidroliz məhsulları eynidir. Saxaroza alfa qlükoza ilə beta fruktozadan yaranıbdır. Amma fruktoza özü hidroliz uğraya bilmir. Saxaroza hidroliz uğrasa da fruktoza hidroliz uğraya bilmir. Nişasta deməli bilirik ki, alfa qlükozadan yaranıbdır. Hidroliz uğrayanda alfa qlükoza yaradar. Saxaroza isə alfa qlükoza ilə beta fruktoza yaradacaq və burada əlavə olaraq beta fruktoza da yarandığına görə eyni olmayacaq. Laktoza alfa qlükoza ilə beta galaktozadan yaranıb, saxaroza alfa qlükoza ilə beta fruktozadan yaranıb. Hidroliz məhsulları, yəni galaktoza, fruktoza fərqli oldu. Maltoza alfa qlükozadan, nişasta da həmçinin alfa qlükozadan yaranıbdır. Ona görə maltoza deməli hidroliz uğrayanda disaxarid kimi alfa qlükoza, nişasta da polisaxarid kimi yenə alfa qlükoza yaradacaq. Hər ikisi alfa qlükoza yaradan 34-də D variantında göstərilibdir. Yəni belə. Növbəti halda aksalat turşusuna, sirkət turşusuna bunları heç ümumiyyətlə aid eləməyəcəyik hidroliz məsələsinə. Ona görə də doğru cavab kimi burada 34-də D variantı olacaq. 35. CnH2 üstəgəlsin bir COH ümumi formuna malik maddənin 1,84 qramının tam neytrallaşması üçün 200 ml 0,2 molar kalium hidroksid tələb olunur. İndi S bərabərdir nü bölünsün V düsturuna görə nü də bərabərdir SV-yə. Mən buradan kalium OH-ın mol miqdarını tapmaq üçün nə edərəm? Onun molar qatlığı 0,2 moları vuraram, məhlulun həcmi 0,2 litrə. Bu da bizə verəcək 0,4 mol kalium OH. İndi bilirik ki, CnH2 üstəgəl bir COH formullu maddə deməli doymuş bir əsaslı karbon turşusudur və doymuş bir əsaslı karbon turşusu bir H müsbət iyonu olduğuna görə o 1 mol kalium OH-la neyinir? Tamamilə neytrallaşma reaksiyasına daxil olur. 1 mol qələvi 1 mol turşuyla neytrallaşma reaksiyasına daxil olursa, o zaman 0,4 mol qələvi də təbii ki 0,4 mol turşu ilə neytrallaşma reaksiyasına daxil olacaq. Demək ki 0,4 mol turşunun kütləsini müəllif bizə 1,84 qram şəklində veribdir. Onda yazaram ki 0,4 mol turşu 1,84 qrama uyğun gəlirsə, o zaman 1 mol turşu neçə qrama uyğun gələcək? Bunun üçün mən 1,84-ü bölürəm 0,4-ə. 1,84-ü 0,4-ə bölsəm, eləcək 46 qram. Deməli, bu turşunun emeri 46-dır. O zaman bu formula uyğun CnH2 üstəgəl bir COH-dır. 14N üstə gəlinsin. COH qrupunun emerini hesablasaq, nə qədər eləyəcək müəllimlər? Baxın, 14N üstəgəl yazıram. COH qrupunun emerini hesablasaq, bir dəqiqə. Deməli, 32 üstə gəlinsin 12, üstə gəlinsin 2, 46 elədir. 14 üstə gəl 46, 46-dırsa, buradan N-imiz 0-dır. N-imiz 0-dırsa yerinə qoysaq, bu H, COH qarışqa turşusu eləyəcək. İndi turşumuz qarışqa turşusudur. Elə bir bax, N-i sıfırlandan sonra gətirib yerinə qoyursa, CN, C0, H0, üstə gəl 1. 1 dənə hidrogen deməkdir. H qaldı yerində, qıraqda da COH qrupu var, oldu HCOH, yəni qarışqa turşusu. İndi bu qarışqa turşusunun bir molekulunda protonların sayını hesablayın. Bir ədəd molekulda olan protonların sayını hesablayanda hidrogenin 1, 2 dənə hidrogen olduğuna görə 1 üstəgəl 1 yazdım. Karbonun 6, oksigenin isə hərəsinin 8 protonu olanda hesablayanda 10, 18, 24 proton olmalıdır. Deməli, burada bir molekulda 24 proton olacaq, hansı ki, bu da 35-də B variantında öz əksini tapıbdır. 36 ilə davam edirik. Doymuş alifatik monoamin və alken molekulunda eyni sayda karbon atomu var. Doymuş alifatik monoamin deyəndə CnH2n,
CnH2n üstə gəlinsin 1 NH2 nəzərdə tutulur. İndi deyərsiniz ki, nə bildik bu bir lamidi? Yenə deyirəm, bu birli də olsa, ikili də olsa, üçlü də olsa hamısı üçün bir dənə formul var da, ya da bunu qısaldıb belə yaza bilərsiniz. CnH2n üstə gəlinsin 3 N şəklində də yaza bilərsiniz. Bu oldu bizim doymuş alifatik mononimimiz. Alken molekulda yazılır CnH2n şəklində. Deyir ki, bunların tərkibində eyni sayda karbon atomu var. Tərkibində eyni sayda karbon olduğuna görə hər ikisində N ilə işarə elədim də, karbonları CN işarə elədim. Alkenin molar kütləsi M olarsa, aminin molar kütləsi nə qədərdir? Alkenin molar kütləsi CnH2n formuludusa 14N eləyəcək. 14N deyir ki, M-ə bərabərdir. O zaman CnH2n üstə gəlinsin 3N-də isə M-ə neçəyə bərabər olar? 14N üstə gəlinsin 3 üstə gəl 14. 3 burada hidrogendir. Azot da 14-dür, üzərinə 17 olacaq. 14 üstə gəlsin 17 deyir neçəyə bərabər olar? 14 N-imiz zaten M-ə bərabərdir. Gətirib yerdən qoysaq, M üstə gəlinsin 17 olacaq. M üstə gəl 17 bizə 36-da D variantında göstərilibdir. 37 ilə davam edirik. Praktiki çıxım 50% olarsa 46 qram qarışqa turşusu almaq üçün neçə litr metanı oksidləşdirmək lazımdır? Yenə metan oksidləşdi, əmələ gətirdi qarışqa turşusu. Metanda bir karbon olduğuna görə, qarışqa turşusunda da bir karbon olduğuna görə elə birbaşa metandan oks işarəsi çəkib qarışqa turşusu yaza bilərsiniz. Yəni 1 mol metan, 1 mol qarışqa turşusu yaradar. Düzdürmü? Aha. İndi deməli 22,4 litr metan 46 qram qarışqa turşusunun emeri 46-dır. 46 qram qarışqa turşusu yaradırsa, o zaman çıxım məsələləri yalnız bir yolla həll edirik. Solda duran maddənin molu vurulur faizə, bölünür 100-ə. Tənasübdə bu rəqəmdən istifadə edəcəyik. Solda duran maddəmizin molunu və yaxud da ki, indi bir də mol deməyib, litr deyib, olsun litrlə də deyə bilərsiniz. Solda duran maddənin litrini vurdum faizə, faizimiz 50%-dir, böldüm 100-ə. Tənasübdə bu rəqəmdən istifadə edəcəm. 22,4 litr metanımız 46 qram qarışqa turşusu yaradırsa, x olsun 50 bölünsün 100-üm də 46 yaradacaq. Buradan tənliyə həll eləsək 0,5 x-imiz 22,4-ə, x-imiz isə 44,8 litrə bərabərdir. Doğru cavab 37-də B variantında tapdıq. Bu şəkildə göstərdik. Növbəti digər çalışma ilə davam edirik. 38. Deyir ki, deməli, gümüş bir oksidin amoniaklı suda məhlul reaksiyaya daxil olan əsas zəncirdə 4 karbonu olan alkinin 3,4 qramın tam bromlaşmasına 0,1 mol brom sərf olunur. Aha, gümüş bir oksidin amoniakdakı məhlul reaksiyaya daxil olan alkin isə və bu alkin deməli mütləqdir ki, belə deyək də 3 qat rabitəsi birinci karbonda olmalıdır. 3 qat rabitəsi birinci karbonda olmalıdır ki, belə bir görüntü əldə edək və buradakı karbonun hidrogeni olsun ki, biz gəlib onu rahatlıqla metanla əvəzləyə bilək. Aha, indi bizə deyir ki, bunun 3,4 qramın bromlaşmasına 0,1 mol brom sərf olunur. Biz bilirik ki, alkinlər CnH2n çıxılsın 2 şəklində yazılır və biz bunu deməli 3,4 qramın tam bromlaşması deyəndə, əgər mötərizədə tam bromlaşmadan sonra birləşmə əvəz etmə desə, həm birləşmə, həm də əvəz etməni nəzərdə tutur. Yox, əgər tam bromlaşma yazıb və mötərizədə heç bir şey yazmıyorsa, demək ki, bromla birləşmə reaksiyasına daxil olmaq nəzərdə tutulur. Çünki kənarda əvəz etmə demir. İndi deyərsiniz ki, bəs alkin bəyəm əvəz etməyə daxil ola bilirmi? Alkin birbaşa əvəz etməyə daxil olmaz. Əvvəlcə bromla birləşər, birləşib doymuş birləşmə yaradandan sonra əvəz etməyə daxil ola bilər. Amma birbaşa yalnız birləşmə reaksiyasına daxil olacaq. Və alkinlərin 1 molunda 2 mol pir adəsi olduğuna görə 1 mol alkin 2 mol bromla birləşmə reaksiyasına daxil olacaq və CnH2n çıxılsın 2-nin üzərinə biz 2 mol brom 2 gəlməliyik ki, bu tamamilə bromla birləşmə reaksiyasına daxil olub bromlu suyu rəngsizləşdirsin. Düzdürmü? Aha. İndi belə deyək ki, 2 mol brom bilirik ki, emeri qədər alkinin bromlaşmasına sərf olunacaq. Onda 0,1 mol brom da 3,4 qram alkinin bromlaşmasına sərf olunur. Buradan biz alkinin, deməli, bax, buradan görürük də 2 mol brom emeri qədər, yəni 1 mol alkini bromlaşdırdı. Ona görə yazdım ki, 2 mol brom emeri qədər alkini bromlaşdırırsa, onda 0,1 mol brom da 3,4 qram alkini bromlaşdıracaq. Mən buradan alkin emerini tapmaq üçün 3,4-ü vuraram 2-yə, bölərəm 0,1-ə, eləyər 68. Deməli, alkinimizin emeri 68-dir. Alkinlər üçün ümumi formul CnH2n çıxılsın 2-dir, emerimiz 14-dən çıxılsın 2-yə bərabərdir. 14-dən çıxılsın 2-miz əgər 68-dirsə, o zaman 14 N-imiz 70-ə, N-imiz də 5-ə bərabər olacaq. N-imiz 5-də və deyir ki, əsas zəncirdə 4 karbonu var. Əsas zəncirdə 4 karbonu var, 2 qat rabitə mütləq birinci karbona düşməlidir ki, bu argentum 2 ilə reaksiya daxil ola bilsin. Onda yazaram və üstəlik də bizə deyir ki, əsas zəncirdə 4 karbonu var.
Əsas zəncirdə 4 karbon varsa, onda mən bunu bu şəkildə yazmalıyam da, düzdürmü? Cəmi 5 karbonumuz oldu mu? Oldu. 3 qat rahatda birinci karbona düşdü mü? Düşdü. Üstəlik də ki, əsas zəncirdə 4 karbon, cəmdə 5 karbonumuz var. Deməli, bizə deyilən bütün şərtlər ödənibdir. İndi deyir ki, bu alkini beynəlxalq üsulundan adlandır. Bunun üçün adlandıraq 1, 2, 3, 4. Adı olacaq 3 metil butin 1. 3 metil butin 1 38-də bizə A variantında göstərilibdir. 39-dan davam edirik. Benzolun homoloqunun tam yanmasından karbon qazının kütləsi ilkin karbohidrogenin kütləsindən 276 qram çoxdur. Benzolun homoloqları yazılır CnH2 çıxılsın 6 şəklində. Üzərinə oksigen gəlirik. Solda N qədər karbon var, sağda N qədər karbon qazı yaranacaq. Solda 2N çıxılsın 6 hidrogen var, sağda N çıxılsın 3 mol H2O yazarıq ki, 2N çıxılsın 6 hidrogeni tamamlaya bilək. Sağda 2N, üstə gəlinsin, N çıxılsın 3 qədər oksigen var. Onda mən bunu solda 3N çıxılsın 3 bölünsün 2 şəklində yazaram ki, oksigenin əmsalı tamamlanmış olsun. Və deyir ki, bunun tam yanmasından alınan karbon qazının kütləsi, yəni deməli, burada əslində 1 mol benzol desəydi yaxşı olardı. 1 mol benzolun homoloqunun tam yanmasından alınan karbon qazının kütləsi, yəni 44 N qram. İlkin karbohidrogenin kütləsindən, ilkin karbohidrogenin də kütləsi CnH2 çıxılsın 6-dırsa, bu eləcək 14 N çıxılsın 6 kütlə olaraq. Deyir 276 qram çoxdur. Yəni 44 N-dən 14 N çıxılsın 6-nı çıxsam, bizə fərq olaraq 276 verməli idi. Buradan tənliyi həll eləsək 30 N bərabər olacaq. Deməli, 276 mənfi müsbət verdi, 270 eləyər, düzdürmü? 270, aha. N-imiz də bərabər oldu 9-a. N-imiz 9-a bərabərsə, bu 9 karbonlu benzolun homoloqudur. Burada SPH hibrid halında neçə orbital var desə, baxın, SPH hibrid orbitalların sayını soruşsa, necə eləyəcək? Biz bilirik ki, burada zaten 6 karbon həlqəyə benzol həlqəsindədir. Onda yerdə qalan 3 karbonu propil və ya izopropil şəklində və yaxud da ki, metil, etil və s. yəni bu şəkillərdə həlqənin ətrafına düzə bilərik də. Yəni yerdə qalan 3 dənə karbon CH formasına radikala düşəcək. Və radikaldakı karbonlar hamısı SPH hibridləşmə vəziyyətindədir. 3 karbon, 3-ü də SPH hibridləşmə vəziyyətində olacaq və bir SPH vəziyyətdə karbonun 4 dənə SPH hibrid orbitalı var. Dörtləşəkli gülü xatırladır da sanki. Bir SPH vəziyyətdə karbon 4 dənə SPH hibrid orbitalı varsa, 3 dənə SPH vəziyyətdə karbon 12 SPH hibrid orbitalı olacaq. Bu da 39-da Y variantında öz əksini tapıbdır. 40-dan davam edirik. Hansı fikir doğrudur? Əsas yarım qruplarda yuxarıdan aşağı doğru valent elektronların sayı artır. Əsas yarım qruplarda yuxarıdan aşağı doğru gəldikcə, məsəl üçün deyək ki, birinci qrup üzrə yuxarıdan aşağı gəlirik. Hamısının elektron formulu NS1 ilə bitir. Hamısının bir valent elektronu var. Niyə artsın? Artmaz. Valent elektronların sayı artdıqca atom radiusu azalır. Valent elektronlarının sayının artması dövr üzrə soldan sağanı xatırladır. Niyə? Dövr üzrə soldan sağa, məsəl üçün birinci qrup, ikinci qrup, üçüncü qrup sadalaya gedirik. Və dövr üzrə soldan sağa qrup sayı artdığına görə valent elektronların da sayı get-gedə artır və valent elektronların sayı artdığına görə soldan sağa valent elektronlarının sayı artır və təbii ki, radius da azalır. Çünki dövr daxilində soldan sağa radius azalırdı. Düzdürmü? Deməli, B variantı doğrudur. Doğru fikir B-dir. Gəlin görək digərləri niyə səhvdir? Deyir, dövr üzrə soldan sağa elektromənfilik azalır. Dövr üzrə soldan sağa doğru getdikcə elektromənfilik artırdı, bu səhvdir. Əlavə yarım qruplar P və F elementlərindən ibarətdir. P elementləri əsas yarım qrupda olur, səhvdir. Qrup üzrə aşağıdan yuxarı gəldikcə atom radiusu artır. Xeyr, qrup üzrə yuxarıdan aşağı atom radiusu artır, aşağıdan yuxarı yox. Bu da səhvdir. Doğru ifadə B variantında göstərilibdir. Belə müəllimlər, ümid edirəm ki, sizə faydalı olan bir video oldu. Nəsə yenə bir iradınız və ya təklifiniz olsa təbii ki, bildirə bilərsiniz. Yenə deyirəm, imtahana hazırlaşmaq üçün imtahana artıq az bir vaxt qaldı. Biz sürətli şəkildə hər gün sınaqlar işləyirik, tapşırıqlar işləyirik, 7 gün 24 saat işləyirik. Lazım olanlar təbii ki, müraciət edib sınaq qruplarımızdan yararlana bilər. Beləliklə, uğur arzulayıram hamınıza, yolunuz açıq olsun.